Salam, xoş gördük. Dəyərli Hürriyyət TV, eləcə də Ulu TV izləyiciləri. Hər kəsi salamlayıram dostlar. Hər kəsə xoş yayım arzulayıram. Studiyada mən Vüqar Tofiqoğlu. 27 oktyabr 2025-ci il saat 16:00 olan yayımıza Allahın izni ilə başlayırıq. Və inşallah Allahın izni ilə bu yayımızı da sizlərlə birgə sağ və salamat olaraq başa vuracağıq. Dəyərli izləyicilərim. İlk yayımımızı bəyənib paylaşmağı unutmayın. Sizdən xahişim budur. Çünki bu efirdə eşitdiklərinizi məncə çox yerdə eşitmirsiniz. Bir çox yerlərdə eşitmirsiniz. Kifayət qədər ciddi məlumatlar verirəm. Faktlara əsaslanan. Təbii ki, bu da müxtəlif qurumları çox narahat edir, həddən az çox narahat edir. Və mən buradan verilişə başlamamışdan qabaq ölkə başçısına müraciət eləmək istəyirəm. Müxtəlif qurumların adından müxtəlif adamlar məni həbs eləyəcəklərlə bağlı hədələyirlər. Soruşanda ki, niyə həbs olunmalıyam? Səbəb nədir? Mən Ramiz Mehdiyev kimi dövlət quruluşunu dəyişirəm, vətənə xəyanət edirəm, yoxsa hansı işlə məşğul oluram burada ki, mən bu qədər təqib və təzyiqlərə məruz qalıram. Mənə bildirirlər ki, mən dövlət qurumlarını ləkələməklə məşğulam. Necə ləkələməklə məşğulam, onun da izahı yoxdur. Mən ölkə başçısına buradan müraciət edirəm. Problem deyil, həbs. Hər bir insan, bugün 30 mindən yuxarı həbsdə insan yatır. Onlardan biri Vüqar Tofiqoğlu olsa nə olacaq, olmasa nə olacaqdır. Amma Vüqar Tofiqoğlu'nun həbsi, əgər bu hökumətin işini düzəldəcəksə, heç sizin məni həbs eləməyinizə ehtiyac yoxdur. Mən elə özüm durum, öz ayağımla hara desəz orada gedim. Heç zəhmət çəkib mənim arxamca gəlməsinlər. Cənab Prezident, mənə deyirlər ki, mən dövlət qurumlarını ləkələməklə var. Dünya görmüş adamsınız. Ləkəli olan yeri ləkələmək mən ilk dəfə də eşidirəm. Adi məsələn, belə şey götürək. Gör, bir yerə gedirsən, məsələn, əlağın təmiz, üstün təmiz, bir çixli bir yerə girirsən, əli vuranda bir deyirlər ki, əlini ləkələmə. Söhbət özündən gedir, özünü ləkələmə. Çünki əlin batacaq orada. Və yaxud da eşdən işləyirsən, palçıqda, löhmədə, nə bilim nədə, girirsən evə, deyirlər ki, yeri ləkələmə, güzgə əli vurun ləkələmə, yəni sən özün ləkəlisən. Şimdi çatdıra biləm, dövlət qurumları da budur. Mən əgər bugün ət monopoliyasına qarşı mübarizə aparıramsa və bunlarla hökumətin aça bilmədiyi şeyləri, dövlət qurumlarının aça bilmədiyi şeyləri bu qədər zəhmət çəkib düşürəm, axtarıram, araşdırıb sizin diqqətinizə çatdırıramsa, tam tərsi. Mən ləkəli bir yeri sizə göstərirəm ki, bu ləkəni təmizləyin. İndi buradan məntiqini ortaya çıxır. Düşmən kimdir? Sizi ləkələyənmi, yoxsa o ləkəni sizə göstərənmi? Mən niyə düşmən olmalıyam ki? Mən niyə düşmən olmalıyam? Kənd Təsərrüfatı Nazirliyində minlərlə, milyonlarla vaksinlərin qanunsuz şəkildə ölkəyə gətirilməsi, yəni qanunsuz deyəndə qanunsuz vurulması, Qida Təhlükəsizliyi Agentliyinin buradakı rolu, məşğulluğun ölkəyə gətirdiyi heyvanların xəstəlik yayması, nə bilim, nə. Bu qədər açım, Gömrük Komitəsində bu qədər hoqqalar açmışam, hər şeyi açmışam. Mən necə ləkələyə bilərəm? Əksinə tam dedim ki, mən o qara pərdəni çəkirəm ki, dövlətin müvafiq qurumları onu görsün. Görsünlər ki, burada hansı oyunlardan çıxırlar. Hökumətin hər şeydən xəbərdar olması mümkün deyil. Bu faktik olaraq fiziki mənada mümkün deyil bu. Çünki dövlətdə təmsil olunanların minlərlə işi var. Onlar tək hər şeyi ötürüb bir
Qida təhlükəsinin üstünə düşmürlər ki, Vüqar kimin. Kənd Təsərrüfatı Nazirinin üstünə düşmürlər ki, Vüqar kimin. Ondan sonra gömrüyün üstünə düşmürlər ki, Vüqar kimin. Ət monopoliyasının üstünə düşmürlər ki, məşğulluqda hansı oqqalardan çıxıb düşmürlər. Yox. Bunları mən açıram. Və mən hesab edirəm ki, cənab prezident, bu ləkə deyil. Tam tərsinə, mən ləkəni sizə göstərirəm. Yəni, sizin təmsil elədiyiniz hökumətin müvafiq qurumlarına mən bunu göstərirəm ki, qardaş, tədbir görün. Zaten zaman tədbirlər görülür. Amma bu yetərli deyil, bu tədbirlər. Yetərli deyil. Mən nə etməliyim? Əgər mənim danışmağım həqiqətən də bu hökumətə sərf eləmirsə, lazım deyilsə, bunu ara-bəra adamları ilə yox. Bunu birbaşa məni çağırsınlar, rəhbərlik səviyyəsində desinlər ki, o qələmi qoy yerə, otağı da bırax, xoş getdin, çıx get. Mən çıxıb gedəcəm, problem yox. Amma 2 günün biri, həftə 8, mən 9 üstümə gəlirlər. O deyəsən tutacaq, bu deyəsən tutacaq, bu deyəsən dosya hazırdır, o deyəsən dosya hazırdır, o onun adından deyir, bu bunun adından deyir. Artıq mən yorulmuşam, cənab prezident, mən yorulmuşam. Yorulmuşam bu təhdidləri mən almaqdan. Mənim həyatım artıq bu son neçə aylardır mən ancaq təhdidlə keçirirəm. Biri deyir kanalı bağla çıx get, biri deyir ümumiyyətcə çıx get, biri deyir ölkədən çıx get. Niyə qardaş? Mən düşmənəm. Mən düşmən deyiləm ki. Zaten sizin çıxışlarınızdan mən ilham alıram. Siz deyirsiniz ki, mənə məlumat verin, ictimai mənə dəstək verin və mənim də borcum ictimai dəstək və mən verirəm o dəstəyi. Artıq tədbir görüb görməmək, bu sizin səlahiyyətinizdir, mənim səlahiyyətim deyil. Mənim səlahiyyətim olsa, araşdırdığım anda mən tədbirimi də görərəm, heç gəlib sizə çıxmaz. Amma mən görürəm ki, tam tərsi baş verir. Mən sizə bu məlumatları çatdırdıqca aşağıda narahat olanlar mənim üstümə hücum çəkirlər. Mən də qalıram belə. Bilmirəm, nə edeyim. Yavaş-yavaş keçirəm faktlara. Bir daha təkrar edirəm. Mən ləkəli yeri göstərirəm. Təmiz yerə gedib ləkə vurmuram. Dövlət qurumlarını ləkələmək o deməkdir ki, o aydan arı sudan durudu. Mən niyə asan xidməti gedib ləkələmirəm? Asan xidməti niyə ləkələmirəm mən? Adamlar kişi kimi işləyirlər, düppələndüz işləyirlər, heç bir problem də yoxdur. Narahatçılıq da yoxdur. Vətəndaş gəlir, çəlqə ilə təmiz, yayda sərin, qışda isti. Nömrəsini götürür, növbəsini götürür, gedir durur orada 10 dəqiqə, 15 dəqiqə işini həll edir, çıxıb or gedir. Niyə mən asan xidmətin adını çəkmirəm? Niyə mən vaksinlərin adını çəkirəm? Niyə kənd təsərrüfatında baş verən özbaşınaqların adını çəkirəm? Niyə? Səbəb olaraq, indi mən bir hamısını oxuyacağım, ona görə istəyirəm ki, hər kəs dinləsin. Mənim verdiyim sos, verdiyim xəbərlər ki var ha, 20 gündən, bir aydan sonra öz təsdiqini tapırlar. Təsdiqini tapmaqda da səbəb o qurumların işləməsi ilə bağlı deyil, məcbur qalıb, mən açıram deyə məcbur qalıb adekvat reaksiya verirlər. Yalandan bir imitasiya, bir forma göstərirlər ki, yəni biz mübarizə aparırıq, heç nə də eləmirlər, cənab prezident, bilirsiniz, heç kəs heç nə eləmir. Hər kəsin əlindən nə düşüb dağıdır. Həmən də bir yerdə bir oğlu işləyir, bir qızı işləyir, bir dostu işləyir, bir kürəkəni işləyir, bir kürəsi işləyir, bir nə işləyir. Götürür, zəng edir, müvafiq lazım olan orqanlara. Oradan başlayırlar məni təhdid eləməyə. Hərə gəlir birinin adından. O biri onun adından, biri bunun adından, biri bunun adından. Belə çıxır ki, bu ölkədə sizdən başqa mən hər kəs tutmaq istəyir. Yəni fikrimi çatdıra bilirəm mən. Ona görə də mən xahiş edirəm, məni qəbul eləyəsiniz. Bir ölkə başçısı olaraq sizə müraciət edirəm, baş redaktor olaraq məni qəbul eləyəsiniz. Və mən fikirlərimi sizə çatdırım. Məni niyə təhdid edirlər, nədən təhdid edirlər, mən sizə bunların hamısını deyim. Dediyim kimi, əgər mənim danışmağım dövlətçilik sütunlarına zərbə vurursa, mən çıxım gedir. Dövlətim, dövlətçiliyim naminə çıxım gedim, çəkilim kənara. Deyim ki, bitdi, mən istəmirəm, qardaş. Mənim dövlətimə məndən zərər gəlir.
Amma qaldırdığımız məsələlərin hamısı dövlətimizin lehinədir. Əgər bu tabaq xəstəliyi ilə bağlı məlumatlar yayılmasaydı, vaksinlərlə bağlı məlumatlar yayılmasaydı, nədir, ət mafiyası ilə bağlı məlumatlar yayılmasaydı, hardan biləcəydiniz ki, nə baş verir burada? Zaten sizə məlumat ötürənlər bu məlumatları bilmirlər ki, onların bilmə ehtimalı sıfırdır. Onu bizim kimi jurnalistlər otururuq, günlərlə vaxtlarımızı sərf edirik. Nə gecəmiz yox, gündüzümüz yox. Mənim üçün fərqi yoxdur. Mən gecə saat 1-də, 2-də, 3-də, 4-də də mənə zəng eləyirlər. Mən məlumat almaq üçün, aldığım məlumatı dəqiqləşdirmək üçün hər şəxslə səhərdən axşama ki 10 dənə görüş keçirirəm. Zəhlər qəbul edirəm. Niyə? Dövlətimiz üçün. Mənə heç kəs deyə bilməz ki, sən dövlət üçün savaşma. Çünki bu dövlətin nümayəndəsi də mənəm. Mən Azərbaycan vətəndaşıyam. Ətin qiyməti 20 manat, 23 manata qalxıb. Mənim ailəmə də təsir eləyib bu. Məni danışdıran həm də budur. Tək xalqın dərdi deyil ki, mən də xalqın bir nümayəndəsi olaraq bu günlərin bu öhdəliyi özlərimə götürmüşəm ki, xalqın problemlərini sizə çatdırım ki, vəziyyət budur. Yəni, burada dəllallar iş görürlər. Mən sabah marketlərlə bağlı açıqlamalar verəcəm. Görün, marketlərdə hansı oyunlardan çıxırlar bir. Şəbəkələr görün, necə vergidən yayınaraq 100 milyonlarla pulun dalına keçirlər. İndi birazdan bir vergi ilə bağlı oxuyacağım. 82 milyon vergidən yayılan pul. Bəli, o məsələni mən qaldırandan sonra bu adamlar həbs olunublar. Halbuki, həbs olunan onlar deyildi. Həbs olunan adamlar, kimlərin ki, bədbaxt yetimlərin adına ki, hesab işə açılmış da, şirkətlər, həmin adamlar olacaqdı. Mən onları efirimə çıxartmaqla bunun qabağını aldım. Günahsız insanların həbsə düşməyinin qarşısını aldım. Onlar məcbur qaldı da bu dəllalları həbs elədilər. Başqa çünki variant yox idi artıq. Kör gör idi. Amma yerdən gələn hərə bir qohumu vəlsədə öyrədir, ötürür mənim üstümə ki, həbs eləyəcək, tutacaq. Mən ona görə bir daha ölkə başçısından xahiş edirəm, məni qəbul eləsin. Mənə 10 dəqiqə vaxt lazım, cənab prezident, 10 dəqiqə. 10 dəqiqə bitdi məsələ. Sizdən nə lazımdır, mən çatdıracağım. Mən hökumətə zərbə vura bilərəm, hökumətin müəyyən qurumlarına. Amma bu dövlət mənim evimdir. Mən öz evimi qorumağa məcburam. Çünki mənim evimdir bu. Mənim evimin sabahlarım şiferi damsa, mənim evimə töküləcəkdir. Pəncərəsi qırılsam, evdə mənim uşaqlarım soyuqdan qırılacaqdır. Qut-quş girəcək içəriyə. Mən evimi qorumağa məcburam. Amma məni öz evimi qoruduğuma görə ittiham edirlər. Ki, sən az qala deyirlər ki, Ramiz Mehdiyevindən sən bir yerdə dövlət çevrilişində cəhd edirsən. Dövlət qurumunu ləkəlirəm. İndi xahiş edirəm, diqqətlə qulaq assınlar, yavaş-yavaş oxuya-oxuya gələcəm bir-bir. Baxın, görün hələ, mən ləkəlirəm, yoxsa ləkənin üstünə açıram mən. Son zamanlar ölkə ərazisində tabaq xəstəliyinin yayılması müşahidə olunur. Əla. Bu xəstəlik iri buynuzlu və xırda buynuzlu heyvanlarda rast gəlinən yüksək dərəcədə yoluxucu virus mənşəli bir xəstəlikdir. Tabaq virusu olduqca davamlıdır. Burada kimlər rol oynayır? Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi. Burada rol oynayan bunlardır. İki qurum. Ölkəni idxaldan asılı vəziyyətə salırlar. İdxaldan asılı olan vəziyyət ölkə bilirsiniz nə deməkdir? Sabah idxalın qabağın hər hansı bir dövlət kəsərsə, bu ölkədə çaxnaşma baş verər. Ölkə dağılar. Biz bunun üçün bu şeyləri araşdırıb sizin diqqətinizə çatdırırıq ki, tədbir görəsiniz. Çünki niyə dediyim kimi evin damını şiferin daşlayırlar, qırırlar. Sabah oradan yağan yağış, qar, hər şey ilan, sayan, hamısı tökədə bizim evin içinə. Niyə olmalı ki bu? Hə, bir-iki dənə orada mühafizə var. Bizim kimi mühafizəçilər var. O mühafizəçilər də ortadan götürməklə istəyirlər ki, rahat şəkildə öz murdar fəaliyyətlərini davam elətdirsinlər. Onu da müxtəlif qurumların əli ilə eləyirlər. Tabaq virusu olduqca davamlıdır. Həm canlı heyvanlar, həm də onların ifrazatları olan tüpürcək, süd
nəcis vasitəsilə asanlıqla ətrafa yayıla bilir. Məlum olduğu kimi Azərbaycanda hər il Gürcüstan, fikir verin ha, amma yalandır bu, düz deyil. Məlumat yalandır. Düzdürsə, məsuliyyətə cəlb olunan adamlar olmalıdır. Orada baytarlığın şeyi var, baş həkimi. Kimdir orada? Desən orada bizim operatorumuz, mən bilim. Gürcüstan və Rusiya kimi ölkələrdən çoxlu sayda iri buynuzlu malqara ixal edilir. Son aylarda malqara arasında müşahidə edilən dabaq xəstəliyi ölkəmizə ixal olunan heyvanlarla gələ bilərmi? Yoxsa bu daxildə yayılan xəstəlik deyə sual verirlər mütəxəssislərə. Ən gözəl variantdır bu. Özləri ortalığa çıxmırlar, mütəxəssislərdir. Çünki o mütəxəssislər də hardan tapırlar, o da bəlli deyil. Çünki Kənd Təsərrüfatı Nazirliyində bir dənə də olsun mütəxəssis yoxdur. Hamısı iqtisadçı şey, hüquqşünas. Halbuki sahə önəmli sahədir. Arterial damardır bu. Bu sahə məhv olarsa, dövlət məhv olar, dövlət çökər. İnfeksionist dabağın həm idxal olunan diri heyvanlarla ölkəyə gələ biləcəyini, həm də ölkə daxilində heyvan hərəkəti və biyo-təhlükəsizlik boşluqlar səbəbilə yayıla biləcəyini bildirir. Çox gözəl. Onun sözlərinə görə xəstəlik trans-sərhəd xarakteri daşıyır və yüksək yoluxucu xassəyə malikdir. Azərbaycanda 2025-ci ilin oktyabrında bəzi bölgələrdə dabaq aşkarlandığı rəsmi olaraq bildirilib. Naxçıvanda heyvanlar qırılır. Cənub bölgəmizdə heyvanlar qırılır. Qərbimizdə qırılır, şərqimizdə qırılır, şimalımızda hər yerdə bu dəqiqə dabaq xəstəliyi və digər xəstəliklər baş alıb gedir. Və buna qarşı tədbir əvvəlcədən görülməlidir. Yəni, mart ayında mallara vurulan, heyvanlara vurulacaq vaksinlər vurulub tutarmalıydı martın axırında. Bugün payızdır, noyabr ayı gəlir, hələ vaksin vurulmaqda davam edir. Xəstə heyvana sən vaksin niyə vurursan ki? Vuran kimin ölür? Və bu heyvanlar necə olur dostlar? Bunu biləsiniz. Həmin heyvanlar kəsilir, yoxlanılmadan baytarlara 3 manat, 5 manat verməklə peçatlı bir arayış alınır, aparılıb kalbasa zavodlarına verilir. Həmin xəstəliklər də kalbasa, sasiska, nə bilim, digər ət məmulatlarının daxilində gəlib insanlara yoluxur. Artıq birazdan ölkədə ciddi şəkildə insanlar arasında bu xəstəliyin yayılması və adətən əslində bu xəstəlik yayılıb ha. Mən bu yeni təzəlikcə bəzi şeylər öyrənmişəm. Hermes xəstəliyi deyilən bir xəstəlik var. Dodaqlardakı uçuqlamalar var. Çatdır, uçuqlamadır. Herpes xəstəliyi. Əslində bu xəstəlik dabaq xəstəliyinin insandakı olan versiyasıdır. Heyvanlarda ona dabaq xəstəliyi deyirlər. İnsanlarda herpes xəstəliyi deyirlər. Ət xallarının çıxmasıdır, dodaqlarda uçuqlanma olmasıdır, dodaq çatlamasıdır və digər simptomları var bu xəstəliyin. Əsasən bu xəstəlik revmatoid artrit xəstəliyin üst-üstə düşdüyünə görə bir çox həkimlər onu revmatoid artrit kimi müalicə edib xəstələrin evini də yıxırlar. Çünki heç kəsin ağlına gəlmir ki, herpes xəstəliyi insanlara da keçə bilər. Amma insana hardan keçir? Heyvandan keçir. Həmin dabaq xəstəliyidir bu. Yəni, bu işdə rolu olan adamlar əslində Ramiz Mehdiyevdən də təhlükəlidirlər. Bunlar insanları içindən vururlar. İçindən. Qurumlar riskin idarəsi və ictimai məlumatlandırma aparır. İnsanlara yoluxma riski demək olar ki, 0 kimi qiymətləndirilib. Qida Təhlükəsizliyi Agentliyi 2025-ci il üçün risk əsaslı strateji planı mütəmadi peyvəndləmə və epizodik monitorinqin aparıldığını təsdiqləyir. Yalandır. Gözlərin içində kimi yalan deyirlər. 2025-ci ildə Avropada, xüsusən Macaristan, Slovakiya, Almaniyada dabaq ocaqları oldu. Bu da beynəlxalq ticarətə və nəqliyyata ciddi məhdudiyyətlər gətirdi. Belə hadisələr regionlarda virusun yayılmasına işarədir. Həmçinin Türkiyədə 25-ci ildə satı stereotipinin meydana çıxması qeyd olunub. Bu stereotipin yaxın şərqdə yayılması qonşu regionlar üçün risk yaradır. Yəni, heyvan kliniki əlamət göstərmədən sərhədi keçə, fermaya daxil olduqdan sonra xəstəlik göstərə bilər. Virus klinik əlamətlərdən bir neçə gün əvvəl də saçılmağa başlaya bilər. Virus
diri heyvanlarla yanaşı nəqliyyat vasitələri, geyim, ayaqqabı, avadanlıq, yemin, suyun çirklənməsi kimi fomitlərlə də daşına bilər. Bəzi hallarda hava axını ilə onlarla, yüzlərlə kilometr məsafəyə yayılma qeydə alınıb. Ölkə daxilində fermalar arası heyvan hərəkəti, bazarlarda mübadilə, peyvənd boşluqları, biosizlik qaydalarına əməl olunmaması və gizli halların gözdən qaçması lokal yayılmanı sürətləndirir. Bunların hamısı mütəxəssis fikirdir, amma əsl həqiqət belə deyil. Həqiqəti mən deyəcəm indi. Xaricdən gələn, Rusiya və şeydən gələn heyvanların, dabaq xəstələr heyvanların ölkədə necə yayılması, bunu mən indi açıqlayacağım sizə. Peyvənd kampaniyaları və monitoring illik planla aparılır. Sərhəd nəzarəti və idxalda məhdudiyyətlər riskli ölkələr üçün vaxt aşırı gücləndirilir. Yoxdur belə bir şey. Dabaq xəstəliyinin qarşısını alınmaq üçün hansı tədbirlər görürlər? Fikir verin hələ. Aqrar Xidmətlər Agentliyi, bu da həmin qurumlardan biridir. Əsas qurumlardan biri Aqrar Xidmətlər Agentliyi. Xahiş edirəm indi bizim operatorumuz oranın da rəhbərinin şəklini qoysun ora. Bunlarla Kənd Təsərrüfatı Nazirliyi arasında belə sağlam münasibət var. Bu münasibətdən dolayı Kənd Təsərrüfatı Nazirliyi deyir, bunu elə, o deyir, mən eləmirəm. Bu deyir, bunu elə, o deyir, eləmirəm. Yəni, bir-birlərinə dostlar, ötürə-ötürə ölkədə kütləvi şəkildə dabaq xəstəliyinin və digər xəstəliyin yayılmasına səbəb olublar. Və bundan dolayı hansı qərarı veriblər? O qərarın nəticələri nədir? Bax, xatırlayırsınız, neçə vaxt bundan qabaq orada həmişə bizim Yaqub Azərbaycan yazırlar. Vüqar bəy ətdən özüm danışmırdım ətdən. Ona görə ki, mən görürüm ki, bu ölkədə bu şey məndən başqa heç kəs danışmaq istəmir. İndi artıq başlayıb digər jurnalistlər də, sahət rəhbərləri də bu məsələni qabartmağa. Çünki niyə? Gəldi ona da dəydi. Tabi onun uşağı da o herpes xəstəliyinə yoluxacaqdı. Tabi onun da uşağı ətsiz qalacaqdı. Onu da deyəcəm mən sizə. Nazirliyin deməli, İctimaiyyətlə Əlaqələr İnformasiya Təminat Şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, artıq heyvan satışı bazarlarda Aqrar Xidmətlər Agentliyinin heyvan sağlamlığı və baytarlıq xidmətləri mərkəzinin əməkdaşlarının iştirakı ilə mexaniki təmizləmə, dezinfeksiya işlərinə başlanılıbdır. Mən buradan artıq dövlətin digər qurumlarına müraciət edirəm. Dezinfeksiya ilə baxılan gətirilən dərmanlar böyük əksəsi keyfiyyətsizdir, vaxtı-vaxtında vurulmur, bazarlarda açıq-açıq mağazalarda satılır. Heç bir yerdə dezinfeksiya işləri aparılmır. Və mən o gün sizə dedim, Kənd Təsərrüfatı Nazirliyi Masallıya, Cəllabada yoxlama göndərir. Yerli baytar komitələri, nədir? İdarələri Kənd Təsərrüfatı Nazirliyinin komissiyasını qavalayır geriyə. Deyirsən, getsən kimsən? Aqrar Xidmətlər Agentliyindən bizə icazə verənlərsə, biz sizinlə söhbət eləyərik. Yəni, faktiki olaraq ölkədə dabaq xəstəliyinin geniş şəkildə yayılmasına birbaşa qəsdən əməl olunur, qəsdən. Əgər qəsd deyilsə, bu adamlar dərhal oradan uzaqlaşdırmalı, deməli bu sahəni bilmirlər. Baytarlar hamısı işdən uzaqlaşdırılır. Baytarlığın başına gətirib, baytarlıqdan xəbəri olmayan bir kimyasını qoyublar. Bu adamın heç nədən xəbəri yoxdur. Bu adamdan mən sual versəm ki, hansı, məsələn, 100-ə yaxın bir şpirisdə şey var, dərman var. Bunu 100 heyvana vurmalısan və bunu bir gün içində vurmalısan. Çıxsın desin, görüm, hansı şeydir, vaksindir o. Bir gündən sonra vuruldu, vurulmadısı, vuruldu. Vurulmadısa o dərman keyfiyyəti itirir. Amma bizim baytarlıq nə deyir? Deyir ki, vurun geçsin, 3 gün, 4 gündə olsa qalsın, vurun geçsin. Amma əslində, əgər 10 heyvana vuruldusa, bu vaksin atılmalıdır. Şpirislər, ən ciddi problemlərdən biri budur. Şpirislər yeyilir ortada. Milyonlarla şpiris gedir. Hər bir heyvana hesabı aparın. 7 vaksin vurulursa, ümumilikdə 7 vaksin təzə hərəsi bir şpirislə vurulmalıdır. 11 milyon heyvana 11 milyon şpirislə vurulursa bunu vurun 7'yə. Yəni 77 milyon, 80 milyon şpiris eləyir bu. Hani bu şpirislər? Hani bunun pulları? Kimin cibindədir? Kimin cibindədir bu pullar? Mənim mi? Mən mi dövləti ləkələyirəm, dövlətin qurumunu ləkələyirəm?
Qabaq xəstəliyini mən mi yayıram? İlkin dezinfeksiya tədbirləri Bakı şəhər Salyan Xaçmaz rayonlarının heyvan satışı bazarlarında keçirilib. Azərbaycan Respublikası Qida Təchizatı Agentliyinin mütəxəssisləri ilə birlikdə aparılan proses zamanı ərazi tullantılardan mexaniki yolla təmizlənmiş, bazarlar texniki avadanlıqlar vasitəsilə dezinfeksiya olunmuşdur. İş işdən keçəndən sonra bizim atalar məsələ var. Tumanbağının mənası yoxdur, Qoşqar müəllim. Artıq iş işdən keçib, ölkədə ciddi şəkildə xəstəlik yayılıb. Və buna qarşı siz tədbiri nədə görürsünüz? Fikir verin dostlar. Dərhal məlumat yayırlar. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 33.320 ton ət ixal olunub. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verilir ki, bu həcmdə ətin dəyəri 75 milyon 768 min ABŞ dolları təşkil edir. Halbuki bu ətlər ölkədə istehsal olunmalıdır, xaricdən gətirməli deyil. Bunlar ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 8095 ton, yəni 19,5%, dəyər baxımından isə 14 milyon 746 min ABŞ dolları azdır. Yəni bu ət az gətirilib. Gömrük Komitəsi verir, fikir verin hələ. Hesabat dövründə ət ixalına çəkilən xərc Azərbaycanın ümumi ixal xərclərinin 0,45%-ni təşkil edir. Ciddi bir rəqəmdir. Ardınca başqa bir məlumat yayılır. İndi biz bunun hansına inanaq? Bu ilin yanvar-avqust aylarında Azərbaycan 373,4 min ABŞ dolları dəyərində 106,52 ton qoyun əti ixal edib. Report xəbər verir ki, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 35%, kəmiyyət olaraq 24% azdır. Hesabat dövründə Azərbaycan Monqolistandan 349,72 min ABŞ dolları dəyərində, yəni əvvəlki göstəriciden 38% az, 87,43 ton, yəni 38% Rusiyadan 18,65 min ABŞ dolları dəyərində, Yeni Zelandiyadan 4,49 min ABŞ dolları dəyərində, Avstraliyadan 0,53 min ton dollar dəyərində məhsul ixrac edilib. 2024-cü ilin Azərbaycan ixrac edilmiş 453 ton qoyun ətinin 99,30%-i Monqolistanın payına düşür. Fikir verin hələ. Monqolistanın payına düşür. Niyə? Sonra mənim verdiyim yayım şeylərdən sonra, məlumatdan sonra sağ olsun Kənd Təsərrüfatı Nazirliyi yoxlamalara başlayıb. Hələ o öz sözlərimi demirəm, indi hələ ancaq şeyi oxuyuram, məlumatları oxuyuram. Azərbaycan uzun illərdir kənd təsərrüfatında ciddi sistemsizlik və idarəsi problemləri yaşayır deyə sayt yazır. Bu qədər illər bizim jurnalistlərdən biri yazır. Büdcə vəsaitindən sonra hələ də adi yerli pendir brendi yaranda bilməmişik. Fikir verin, Azərbaycan pendir brendi yaranmış. Gürcüstanın Sulguni, Türkiyənin Ezine ilə Fransa Camembert ilə tanınsa, bizdə Azərbaycan pendiri deyəndə ortalığa real məhsul yoxdur. Bizdə Azərbaycan pendiri deyəndə Sulguni yada düşür, Ezine yada düşür, Camembert. Çünki niyə? Bizim rəhbərlərimiz Azərbaycan brendini yemək istəmir. Bunlar Gürcüstanın Sulguni pendirini yemək istəyirlər. Mən təsadüfən tanış olmuşam bu Sulguni pendiri ilə dünən. Nə dadı var, nə duzu var, nə bir şey var. Bunun nəyi brenddir mənə çatmır. Yəni belə pendiri buraxmaq üçün böyle bir zavoda fabrikaya ehtiyacı olmaq lazım. Bir sexdə də buraxa bilərsən. Bu cür dadsız bir pendiri. Görün nə günə qalıb Azərbaycan vətəndaşı kimi Gürcüstanın bahalı qiymətə brend adı ilə bizə sıradığı bu cür dadsız duzlu pendirləri yeməklə məşğuluq biz. Əkinlər isə ya formal şəkildə göstərilir, ya da ümumiyyətlə becərilmir. Nəticədə dövlət subsidiyaları kağız üzərində fəaliyyət göstərən təsərrüfatlara yönəlir. Bütün bunlar ekspertlərin rəyləridir. Təbii ki, biz bu rəylərin yalan olmasını çox istəyərdik, amma belə deyil. Bəs gerçək nə deyil? Modern Naz əldə etdiyi məlumata görə bir müddətli aqrar sektorda rəsmi statistika şübhələr yaranıb.
Hə, mən bar-bar bağırıram qardaş. İndi şübhə yaranıb. Bu şübhə deyil, artıq əsasdır. Və başqa şeydir. Əsasdır bu. Məlumata görə göstəriş verilib ki, yerli icra hakimiyyətləri səviyyəsində bu rəqəmlər yenidən dəqiqləşdirilsin. Kim eləyəcək? Növbəti rüşvət mənbəyinə çevriləcək. Hər rayon kimdən nə qədər pul aldısa, bir o qədər rəqəmləri onların xeyrinə işləyəcəkdir. Bəzi rayonlarda məhsuldarlıq rəqəmləri 20-30% şişirdilib. Bəzi yerlər isə idxal məhsulları yerli istehsal kimi təqdim olunub. Fikir verin ha, görün nə hoqqadan çıxırlar bir. Məsələn, ötən il Qazaxıstandan gətirilən qoyunların bir hissəsi Azərbaycanda kəsilərək yerli istehsal kimi sənədləşdirilib, iddiaları ekspert tərəfindən tez-tez səsləndi deyə Modern az yazır. Belə faktlar aqrar siyasətin effektivini sual altına alır. Əslində hər birimiz bilirik ki, dünya yeni bir təhdidlə, ərzaq və su böhranı ilə üzdədir. BMT-nin hesabatına qeyd olunur ki, 2030-cu ilə qədər qlobal ərzaq çatışmamazlığı enerji böhranını kölgədə qoya bilər. İndi məni təhdid edən qurumlar 2030 sabah yox, birisi gündür. 4 ildən sonra Azərbaycan dövləti ərzaqla təhdid olunarsa, bunun qarşısında siz dura bilərsinizmi? Az qılınca çapar deyib atalar. Sabahlarım sizin apardığınız yanlış yaratma siyasət nəticəsində ölkə ciddi şəkildə böhrana düşərsə, nə baş verəcək onda ölkədə? Əgər bu problem qlobal problemdirsə, bütün dünyada BMT xəbərdarlıq edirsə, deməli sən hər yerdən hər şey gətirə bilməyəcəksən. Özün özünə möhtac olmalısan. Və möhtac olduq. Ortada da heç bir şey yox. Ət yox, qənd yox, çay yox, su yox, vermeşil yox, düyü yox, o yox, bu yox. Onda nə olacaq? Nə baş verəcək? Baş verənlərdən sorumluluğu siz özləriniz götürürsünüzmü? Tabi insanlar ölkədə ixtişaş yaratsalar, hamı ət istəsə, hamı yağ istəsə, hamı qənd istəsə, kim duracaq bunun qabağında? Bugün bizim təbil çalmağımızın, sos verməyimizin başlıca səbəbi budur. Dövlətimiz var olsun, dövlətimiz sarsılmasın. Amma kimlər ki bunu istəmir, onlar bəli dövlətə, vətənə xəyanət eləyənlərdir. Onlar istəmirlər bu ölkə bu vəziyyətdə ən azından belə normal şəkildə, stabil şəkildə yürüyə bilsin. Onlar istəyirlər ki, bu ölkədə xaos olsun. Çünki niyə? Ağalarından təlimatı bu cür alıblar. Belə faktlar aqrar siyasətin effektliyini deyir. Kölgədə qoy. Azərbaycanda isə vəziyyət daha həssasdır. Əgər bugün buğdanın, taxılın, kartoşkanın, süd məhsullarının böyük hissəsi idxal hesabına təmin olunursa, sabah pulla da tapılmaya bilər deyə Sait yazır. Həyəcan siqnalı deyil bu. Sadəcə o Sait yazıdır. Mən bunu biraz emosional şəkildə, o da narahatçılığımdan emosional şəkildə deyirəm. Sizlərin diqqətinə çatdırıram. Bölgələrdən gələn məlumatlar rəsmi statistikanı təksib eləyir. Amma biz yoxlamaların nəticəsini gözləyək. Deyirlər, belə deyil Sait yazır. Hazırda bölgələrdə yerli icra orqanlarının iştirakı ilə faktiki vəziyyət araşdırılır. Məqsəd gözə gəlimli rəqəmlərin doğruluğunu müəyyənləşdirməkdir. Əgər bu proses şəffaf aparılarsa, illərlə gizlədilən torpaq zəbtləri, statistikalar və gerçək təsərrüfatlar üzə çıxacaq. Onda statistika komitəsi və onun yerli qurumları hamısı həbs olunmalıdırlar. Məlumatı verənlər, siz nəyi gizlədəsiniz? Mən o günlərim verilişdən misal çəkdim. 1000 qoyuna 5000 baş qoyun yazılıb. 750 mal başa 1750 baş mal yazılıbdır. Nəyi gizlədəsiniz? Kəndin adını da deyirəm. Rayonunu da deyirəm. Sizə aparıb o kəndi göstərəcək adamları da deyirəm. Kimlər apara göstərə bilər? Niyə gedib yoxlamırsınız? Niyə bunu həvalə edibsiniz rayon icra hakimiyyətlərinə? Niyə? Səbəb nədir burada? Sabah rayon icra hakimiyyətləri təbii ki, onlar da yalan məlumat verirlər. Onlar məcburdur artıq burada da yalan informasiya versinlər ki, yox, biz bütün sahələri vermişik iş adamlarına. Bax gör bu kimdə dayanmadan yığırlar burada.
Hazırda bölgələrdə dedim, üzə çıxacaq. Buğda, çörək, su, bunlar Azərbaycan kəndlisinin müqəddəs dəyər deyə saat yazır. İndi gəlirəm əsas məsələyə, dostlar. Qabaq xəstəlik yayılandan sonra ilk iş bazarlarda qadağaların qoyulması oldu. Yəni, Bakı bazarlarında, Bərdə bazarlarında, Ağcabədi bazarında, Xaçmaz bazarında, Cənub bölgəsinin bazarların hamısını bağladılar. Bir qabaq xəstəliyi yayılıb. Və burada mütəxəssis onların dili ilə deyir ki, qabaq xəstəliyinin yayılma səbəbi Rusiyadan, Gürcüstandan gətirilən iri buynuzlu heyvanların xəstəliyə mübtəla olmasıdır. Yəni, gəlir burada yayılır. Necə olur burada yayılır onda? Əgər bu Gürcüstandan, Rusiyadan gələn iri buynuzlu heyvanlar yoxlanılmırsa, ölkəyə buraxılırsa, bunun məsuliyyətini kim daşıyacaq onda? Deməli, nə edirlər, dostlar? Mən əsl həqiqəti sizin diqqətinizə çatdıracağım. Sizin diqqətinizə çatdıracağım, dostlar. Nə baş verir ölkə? Əslində, iş necə olmalıdır? Heyvan alverçiləri, bu Teyyub müəllim ki var ha, heyvan alverçiləri getməlidirlər. Bu işlə məşğul olanlar. Rusiyada özləri bir ferma açmalıdırlar və yaxud da hansısa bir ferma ilə müqavilə imzalamalıdırlar. Heyvanları alandan sonra bir ay karantində saxlamalıdırlar. Orada, fikir verin ha, bir ay karantində saxlamalıdırlar. Ondan sonra onu gətirməlidirlər Azərbaycana. Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi, yəni Baytarlıq İdarəsi analizlər götürməlidir. Əgər vaksin vurulmayıbsa, onların vaksini vurulmalıdır. Bir ay burada fermalarda saxlanılmalıdır. Bu tək heyvan alverçilərinə aid deyil ha, bu həm də məşğulluğa aiddir. Həm də məşğulluğa aiddir. Qapı döyülür. Qapını açıyor kimdir? Nə sənəti? Efircidir, efirin ortasında. Siz sonra sabah gəlin, 6-ya da 6-ya qədər gözləyin. Deməli, üzürlü sayın dostlar, çox üzr istəyirəm. Qapımızı döydülər, ona görə məcbur qaldıq, qapını açdıq. Deməli, gəlməlidir burada. Heyvanlar bir ay fermada qalmalıdır. Analizlər götürülməlidir. Elə ki, heyvanlar sağlamdır, raporu verildi. Ondan sonra kəsimə gedən kəsimə getməlidir. Satdığa gedən satdığa getməlidir. Məşğulluq adı altında vətəndaşa verilən, məşğulluq adı altında vətəndaşa verilməlidir. Amma nə baş verir? Mən ki deyirəm ha, ət mafiyası, Teyyub gillər var, Teyyub Hüseynov gillər. Bunlar deməli hər maşınla ümumi bir yerdə deməli 17-18 min manat orada alırlar, 2 min manat biri alırlar, 7.500 manat burada alırlar, 17 min gömrükdə alırlar. Belə-belə üst-üstə 50 min manata yaxın, 50 min manata yaxın bir maşın heyvandan, yəni 22 tonluq heyvandan, maşından pul alırlar. Əslində bu pul niyə alınır dostlar? Pulun iki alınma səbəbi var. Birinci,
Teyyub Hüseyin Ocil sənət satır orada, saxta sənət. Yəni vətəndaş gedir, inəyi alır oradan. Bir ay karantində qalmalıdır, qalmır o karantində. Bir ay buradan qabağa düşür. Pişi verin ha, alverçi buradan qabağa düşür bir ay. Gətirir burada 7500'ü ona göre verir ki, kimlərinsə payı çatır. Onlar fermada qalmalıdır, onlar fermada saxlanılmır. Yəni bir ay karantin deyilən bir şey var. Bir ay karantində saxlamalıdır heyvanlar. İndi mən buradan hüquq mühafizə orqanlarına deyirəm ki, ləkəli qurumdular, yoxsa ləkəsiz qurumdular. Mən mi ləkəliyəm, yoxsa ləkəni təmizləmək istəyirəm. Xahiş edirəm, bunu araşdırın. Həgər mən ləkə atıramsa, qollarımı belə qoyum, qandallarını götürün, aparın məni. Qandallayın mənim qollarımı. Əgər mən ləkə yaxıramsa kiməsə, kimisə təmiz güzgüsünü ləkəliyirəmsə. Yox, elə şey yoxdur. Elə şey yoxdur. 50.000 manata, 47-50.000 manat. Mənim Teyyub Hüseyin Ocil ilə bağlı yayımlarından sonra maşından qiymətini əlavə 2-3 min manata qaldırdılar. Baxın ha, görünür kimsə hansısa bir başqa bir kimlərsə müdaxilə elədi, o 2-3 min manat hər maşında o adamlara gedəcək artıq. Qiymət qalxdı. Tam tərsi baş verməlidir. Deməli, qanunsuz şəkildə ölkəyə xəstə heyvan gətirirlər. Və xəstə heyvan gətiriləndə bilmirlər. Amma demirəm, o qəsdən gətirir. Yox. Ola bilsin, daba xəstəlik tutub gətirirlər. Bir dənə malı da saldınsa obsan yanına, gətirilən o 20-30 malda xəstəliyə mütləq yoluxacaqdır. Gətirən kimi karantinə saxlanılmadığına görə mal bazarına aparırlar. Mal bazarına aparanda nə olur? Onun nədisindən, sidiyindən, ağız suyundan digər mal bazarında olan heyvanlar da xəstəlik tuturlar. Bax ne? Məşğulluq neyini dostlar? Məşğulluq, xahiş edirəm, ciddi şəkildə araşdırılsın. Malı gətirir, oradan alır. Malın qulağında bir kası. Gətirirlər. Qida Təhlükəsizliyi Agentliyi güya razılıq verdi bunlara. Güya bunlar apardılar fermiyə. Güya saxladılar. Var ha fermalar. Mən demirəm fermaları yoxdur. Məsələn, Mübariz adında bir adamın ferması var. Eləcə də Arzuman adamın adında Sumqayıtda bir ferması var. Biri qoyun saxlayır, biri inək saxlayır. Mübariz Bərdədə saxlayır, Ağcabəddə saxlayır. Böyük fermalardır. Təsəvvür edin ki, oradakı fermalarda inəklərə gedib uşaqlar deyib baxanda adamın ürəyi ağrıyır. Hamısı belə, o deyilə məşğulluğun danaları. Bu belə-belə əyrim-üyrim gedirlər. Niyə? Vətəndaşlardan yığılan xəstə heyvanlar adamızı gətirirlər oraya. Oradan sonra yavaş-yavaş paylayırlar. Deməli, bizim uşaq vaxtı bir vaxtımız multfilm vardı. İndi mənim yadımda qalan odur. Qızıl tapırlar üç qardaş. Bölürlər. Böyük qardaş bölür. Deyir Daniel, Pierre. Adama 2 atır. Yox, Leman özünə. Daniel 2, Pierre bir dənə. Balaca qardaşa bir dənə. 2 özlərinə bölür, bir balaca qardaşa. İndi bizim bu məşğulluq neyini dostlar? Gətirir, xəstə inəkləri ikisini paylayır, bir dənə sağlamın verir. İkisini paylayır, bir dənə sağlamın verir. Niyə? Onlar nümunə göstərilmək üçün. Nümunə göstər. Əksi halda nə Gürcüstandan, nə Rusiyadan, nə Qazaxıstandan xəstə mal gətirilmir. Yəni arıq mal, xəstə deməyək. Arıq mal gətiriləndən kifayət qədər köy malları olur və onların böyük əksəriyyəti erkək olmağına rağmen dişi yazılır ki, o erkəklər gətirilir, ondan çıxarlar ət bazarından satışa. İndi nə baş verdi? Məşğulluq satır. Və yerinə bizim minəkləri salır. Sual çıxır ortalığa. Axı Rusiyadan gələndə bunların qulağına bir vurulur. Gürcüstandan gələndə bunların qulağına bir vurulur axı. Necə olur onda? İndi Qida Təhlükəsizliyi Agentliyi, yəni baytarlıq vəlvəliyə düşdüyünə görə məşğullar deyib ki, qardaş, mən qorxuram bu şeydən. İndi nə edirlər? İndi özləri ilə bərabər gətirirlər, 1K. Gedirlər Gürcüstandan sifariş verirlər 1K-nı, Rusiyadan sifariş verirlər 1K-nı, gətirirlər burada malın qulağından bir dənə vurdular, Rusiya malı adına verdilər, məşğulluq adı altında getdi. O malı alırlar 600 manata, 600 manata ən çox bahalısını satırlar qiymətdə, dövlətə qiymətdə 6600 manata. Yəni bir maldan 6000 manat əllərini ağdan qarıya vurmamaq şərti ciblərinə pul qoyurlar. Onu da satan başqalarıdır.
Kimdir? Mübariz illərdir. Sahil Babayevin dayısı illərdir. Bunun da başında Sahil Babayevin dayısı durur. Səxavətdir, nə dadı? Və burada Teyyubun bacısı oğludur, bibisi oğludur, dostlarıdır, nəm kimdir? Bir də İmişlidən bir nəfər var. Bir də odur. Bu adamlar ət mafiyasını yönəldirlər ölkədə. İndi nə inədilər? Görünür mənim gəldiyim bu açdığım faktlardan sonra indi sabahları mən o ət işi ilə məşğul olanlarla Allah qoysa bir görüşüm var. Görüşəcəm, görüm yeni qiymətlər necədir. Bizim Qida Təhlükəsizliyi Agentliyi dərhal mal bazarlarında qadağa qoydu satışa. Avtomatik olaraq bazarda qiymət 2 manat qalxdı. Bir həftənin içərisində. 2 ət artıq 23 manat. Və dünən götürürlər, saytlarda belə bir paraşa buraxırlar. Ölkədə ətin qiymətinə kəskin endirim oldu. Kəskin endirim. Güya marketlər kəskin endirim ediblər. Yalansa Allah sizin bəlanızı versin. Nə ilə endirim elədiniz? Ukraynadan 4 manata aldığınız əti gətirib burada 12-15 manata satırsınız və bunu da ətin qiymətinə endirim deyirsin, eləmi? Hələ mən Hindistandan gələn o boynu yoğun malları demirəm. Bilməm, ondan bir qəribə adları var. Antilopdur, nədir onlar? Hələ mən o malları demirəm. Onları hansı qurumlar gətirirlər? Hara verirlər? Kimə satırlar? Onu kimə yedizdirirlər? Bunlar qalıb hələ qıraqda. Yalnız məşğulluq və ət mafiyasının dövriyyəsini hesablayanda 100 milyonlarla pul çıxır. Hesablayaq qardaş, elementar hesabdır. Aya 200 maşın əgər mal gəlirsə bura, 200 maşın. Malın birindən 50 min pul alınırsa maşının birinə, aya eli nə qədər? 10 milyon. Elədir mi 10 milyon? İlə vuranda nə qədər eləyir? 12'ye vuranda 120 milyon. İlə 120 milyon tək kəsimsiz. Bu mafiyanın qazandığı puldur. Tək kəsimsiz. Yəni oradan alıb gətirib bura satıb vəssalam. Tamam. Hə, satılan hər malın üstündə məşğulluqdan gələn malların üstündə alınan 5 minlərlə, 6 minlər pullar bunlar tamam başqa bir məsələdir. Onlar əlavə 100 milyon, 200 milyon pul eləyir. Yəni il ərzində ət mafiyasının gəliri təxminən yarım milyard manata yaxın çıxır. Yarım milyard manata. Bəlkə də mən az deyirəm. Və burada kimin işi indi xoda minib dostlar? Ukraynadan, Monqolistandan, nə bilim hardan kəsilmiş ət gətirən, donmuş ətləri gətirənlərin işi xod gedir bu dəqiqə. Bütün internet üzərindən dayanmadan şey paylaşırlar, ət paylaşırlar. Baxın tikələrə 11 manat, baxın tikələrə 15 manat. Bu topdan satışlardır bunlar. Verirlər və marketlərdə şeydir. Qaldı ki, Qida Təhlükəsizliyi Agentliyinin son günlərdə keçirdiyi yoxlamalara. Təbii ki, yoxlamalar keçirilməlidir. Vətəndaşa satdırılan mallar aşkarlanmalıdır. Qəssablar cəzalandırmalıdır. Azərbaycan qəssablarının böyük əksəriyyəti saxtakar, haramxor, şərəf və ləyaqəti itirmişlərdir. Böyük əksəriyyəti. Niyə? Mal kəsir, buradan sənə 3 kilo ət verəcəkdir, onun yarım kilosunu və yaxud da 1 kiloya yaxınını həmin o xarab ətdən, xarab deməyək, donmuş ətdən yavaşca ya da belə fişi verirsiniz. Əti verəndə sizə bir svej ət verirlər, yəni üzr istəyirəm, təmiz ət verirlər, təzə ət. Və bir də oradan görür ki, güya çatmadı 200-300 qram, oradan kəsir bir tikə, atır onu. Həmən o kəsilən tikələr var. O tikələrin çoxusu Ukraynadan gələn 4 manatlıq ətdir. 4 manatlıq ətdir. Və bu minvalla qəssablar aldıqları heyvanların üstündə təxminən hər kilosunda 4-5 manata yaxın pul tuturlar. Ona görə qəssablar hamısı Porsche sürür, Jeep sürür, Galinvangen sürür, onu sürür, bunu sürür. Yoxsa bu elə-belə deyil ki. Qəssab bir maldan, məsələn, tam kəsib 500 kilo ət satırsa, 500 kilo ət 5 manata vuranda qardaş, gör hara gedir bu? 250 manat. Budur.
5 manatdan 2500 manat mən bilən. Yəni sən belə bir də rəqəmlərdə bir də görsən çaşıram. 500 manat da 500 kilo satanda 1 manat qoyanda demək 500 1000 manat. Bir danadan 1000 manat pul qazanırlar bunlar. 5 manat qoyanda 2500 manat bir heyvandan pul götürür qəssab. Elə olur ki, məsələn mən qəssabxana tanıyıram ki, bir gündə tonla ət satırlar, tonla. Ha vaxt getsən qapısının ağzında maşın durub. Ha vaxt getsən orada 6-7 adam var. Bu qəssablar yoxlanılmalıdır. Qəssabların ətləri yoxlanılmalıdır. O cür yeni dəyişmiş ətləri başqa mağazalar satmalıdır. Necə Avropa ölkələrində satılır, bizdə də satılmalıdır. Organik ət burada satılmalıdır. Donmuş ət burada satılmalıdır. Amma bizdə neyinlə? Qarışdırıb vururlar bir gözünə, faş eləyirlər, faşı da o qiymətə vururlar, gedir cəmaatın belinə. Cəmaat yazıq, anası ölmüş elə bilir bəlkə, sveç ət yeyir, yəni təmiz ət yeyir. Qətiyyən bu belə deyil. Əslində, bazarların bağlanması ət qıtlığına şərait yaratdı. Bir, bizim iş bilməməzliyimizi üzə çıxartdı. İki, ölkədə indi əgər yoxlama aparlarsa, yeni statistik rəqəmlər üzə çıxacağına şərait yaratdı. Üç, və ət mafiyasının əlinə oynadı, əsas da bu 4. Çünki niyə? O ətlər də hamısı Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasından keçməlidir. Keçəcək, keçməyəcək. Bu başqa məsələdir. Kəsilən heyvanların heç bir laboratoriyaya getmir. Qəssabxanalara verilən heyvanların böyük əksəriyyəti hər çəkir heyvandan 15 manat, 20 manat baytarlar gəlib qəssablardan pul alırlar. Həmin 20 manatın müqabilində bu insanların hamısı xəstəliyinə şərait yaradırlar, xəstələnməsinə. Yəni, xəstə heyvanın bazara çıxışına birbaşa şərait yaradırlar. Amma gəlin görə, bu günə qədər bu qədər faktlar açılıb, Qida Təhlükəsizliyi Agentliyi neçə nəfərini işdən çıxardıb, neçə nəfərini cəzalandırıb, neçə nəfərini həbsxana verib, verməyib, eləməyib, çıxartmayıb eşyəsi. Çünki niyə? O yığır, gətirir, verir buna, o yığır, buna verir, bu yığır, əli yuyur, əl üzü yuyur. Qida Təhlükəsizliyi Agentliyi vaksinləri, ölkəyə girən vaksinləri laboratoriyadan keçirtməlidir. Və ona qarantiya verməlidir ki, bu dozalar heyvanlara vurulmaz. Vaxt keçirdiblər. Orada keçirdiblər. Niyə işləsin xəbəri yoxdur? Yəni, bu ölkəni çöktürmək istəyən Vüqar Tofiqoğlu deyil. Bu dövlətin dizini yerə vurmaq istəyən bir, Kənd Təsərrüfatı Nazirliyidir, Aqrar Xidmətlər Agentliyidir, iki, Qida Təhlükəsizliyi Agentliyidir. Vüqar Tofiqoğlu'nun üstünə getməyə ehtiyac yoxdur. Mən həbs olunsam, nə dabaq xəstəliyi yığışdırılacaq, nə ölkədəki bu yalan statistikaların üstü açılacaq, heç nə də olmayacaq. Sadəcə Vüqar həbs olunacaqdır. Vəssalam şütdəmam. Ona görə də mən müvafiq qurumlar deyəndə hər kəsdən xahiş edirəm, mənim üstündən pərdəsini çəkdiyim bütün məsələlərə diqqət eləsinlər. Verdiyim faktların demiyorlar ki, o mən demirəm, hamısı %100 üst-üstə düşür. Ola bilər rəqəmlərdə mən yanlışlığa yol verə bilərəm. 10 ton demərəm, 5 ton deyərəm. Və yaxud da 5000 manat demərəm, 3000 manat deyərəm. Yaxud da 3000 manat deyərəm, 15000 manat deyərəm. Yəni rəqəmlər şişirdilə də bilər, azaldıla da bilər. Çəkilər azaldıla da bilər, şişirdilə bilər. Çünki bu işin içində tam oturmamışam. Yəni o ticarəti ilə məşğul olmamışam. Amma əgər mənim sadaladığım bu faktlar açılarsa, nə məşğulluqda bir başı papaqlı kişi qalar, nə də ət bazarında at oynadanlar, nə də vaksinlərin üzərindən oyun oynayanlar, nə də tək vaksin yox, həm də eləcə də dezinfeksiya üçün gətirilən dərmanlar. Yoxlama keçirilib ki, rayonlarda baytarlara verilən xaladelniklər, yəni soyuducular hamısı baytarların öz evindədir. Bir neçə rayonda yoxlama keçirilib. Bəlli olub ki, bunlar dərmanları soyuducuda yox, aparıb padvallarında, zirzəmilərində saxlayıblar ki, orası sərin olduğuna görə. Halbuki, onların saxlanma temperaturu var. Yəni, artıq o vaksinlərin keyfiyyəti yoxdur. Sən nə qədər vurursan vur.
Buradan iğnəyə vaksini vurur, oradan iğnə xəstələnir. Çünki vaksin deyil, keyfiyyəti ölür. Buna görə də xahişim budur ki, diqqət eləyəsiniz. İndi gəlirəm Gömrük Komitəsi ilə bağlı. Qaradağ rayon ərazisində keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən ölkələr arası yükdaşıma fəaliyyəti ilə məşğul olan 35 yaşlı Məhəmməd Quliyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı qanunsuz fəaliyyətin üstü açılıb. Onun magistral yolun kənarında gizlətdiyi yerdən tərkibində psixotrop maddələr əlavə edilmiş 5 kiloqram 670 qram marixuana və 4000 ədəd metadon həbi aşkarlanıb. Həmçinin Məhəmməd Quliyevin idarə etdiyi Mercedes markalı iri tutumlu yük avtomobilinin salon hissəsində xüsusi hazırlanmış gizli saxlanç yerindən əlavə 2 kiloqram 260 qram marixuana və 2000 ədəd metadon həbi də tapılaraq götürülüb. Araşdırmalarla müəyyən edilib ki, Məhəmməd Quliyev aşkar olunmuş narkotik vasitələrini İran İslam Respublikasının Aslandüz şəhəri ərazisində İkram adlı şəxsdən əldə edərək Biləsuvar rayon istiqamətindən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirib. Törətdiyi cinayət əməllərinə görə həbs olunan Məhəmməd Quliyevin daxil olduğu narko şəbəkənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirildi deyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Onun ardınca fikir verin ha, yenə Biləsuvar Gömrük Komitəsi, Gömrük İdarəsi əldə etdiyi məlumata görə bilmirəm dövlətin hansısa qurumudur, Gömrük deməli komitəsinin Biləsuvardan təxminən 2 ya 3 əməkdaşını həbs ediblər. Onlara aid ki, kinoloqdur, bir də nəzarətçilərdir. Yəni rəhbərliyə toxunulmuyubdur. Əslində isə bu işlərin başında duran gömrükdə işləyən rəislərdir. Kinoloq o qələti eləyə bilməz. Ondan sonra nə baş verir təzədən? Bunu indi Daxili İşlər Nazirliyi yolda tutdu. İndi o birisine baxaq. Oktyabrın 23-də, yəni bir neçə gün bundan öncə Gürcüstanda növbəti dəfə dəyəri milyonlarla dollarla ölçülən külli miqdarda narkotik ələ keçirildi. Gürcüstanın Azərbaycan dilli Qafqaz Türk kom saiti ölkənin Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, polis əməkdaşları 250 kiloqram heroin müsahidə edib. Narkotik vasitənin qara bazardakı dəyəri təxminən 80 milyon dollar qiymətləndirilib. Fikir verin ha, 4 gün bundan qabaq mən dayanmadan ölkəyə gətirilən narkotiklərlə bağlı məlumat verirəm. Biləsuvar gömrüyündən yenə keçir və gedib yenə Qazax gömrüyündən keçir. Qardaş, əgər bu gömrük işçiləri işləmirlərsə, boşu-boşuna dövlətin pulunu onlara vermənin nə mənası var? Biz onu elə rahat tranzit eləyə bilərik da. Tranzit eləyə bilərik, gömrük orada olmaz. Elə rahat gələn maşın oradan keçər, gedə Qazaxdan da çıxar. O boyda böyle bir sastav saxla orada, işçi saxla, pul ver, əmək haqqı ver, bundan gələcəkdə pensiyasını təmin elə. Dövlətin bu qədər pul vəsaitini xərclə nəyə lazımdır? Əgər bu gömrük, Biləsuvar gömrüyündən bu rahat şəkildə dəyəri 80 milyon dollar olan mal keçirsə, qardaş, o gündə 50 milyonluq keçmişdi. İstər Qazax olsun, istər Biləsuvar olsun. Bu nə deməkdir? Aparılan əməliyyat nəticəsində əvvəllər narkotik cinayətlərinə görə məhkum olunmuş Gürcüstan vətəndaşı saxlanılıb. Onlar böyük miqdarda narkotik vasitəsini qanunsuz əldə etməkdə saxlanmaqla, Gürcüstana qanunsuz yolla gətirməkdə və ölkədən çıxarmaqla cəhddə ittiham olunurlar. Qeyd edək ki, narkotik vasitələrin Gürcüstana hansı ölkədən daxil olduğu haqda heç bir rəsmi açıqlama vermir. Amma qeyri-rəsmi Azərbaycandan keçdiyi bildirilir. Lakin bəzi mənbələrin sözü gedən narkotikin Azərbaycan vasitəsilə İrandan daxil olduğunu istisna edirlər. İddialara görə son vaxtlar Gürcüstanda İran tırlarına ciddi nəzarət olunduğundan bu dəfə İrana məxsus yük maşını ilə yalnız ölkəyə daxil olması təmin edilib. Gürcüstandan çıxarılması isə yerli vətəndaşlara həvalə olunub. Lakin rəsmi mənbələrin də açıqladığı kimi Gürcülər 250 kiloqram narkotiki ölkədən çıxararkən polisə yaxalanıblar.
Onu da oxucuların diqqətinə çatdıraq ki, sözügedən narkotik vasitələr Gürcüstan, Türkiyə sərhədində yerləşən Çarp keçid məntəqəsi yaxınlığında aşkar olunub. Bu haqda yerli saytlara açıqlama verən anonim rəsmi mənbənin dediyinə görə Gürcüstan Daxili İşlər Nazirliyinin həm narkotikin hansı ölkədən daxil olduğunu məqsədli şəkildə bəyan etmir. Daxili İşlər Naziri deməli, narkotikin hansı ölkədən daxil olduğunu məqsədli şəkildə bəyan edib. Çünki bu kimi hallar ölkələr arasında münasibətlərin korlanmasına gətirib çıxarır. Hansı ki, biz əvvəllər də bir neçə dəfə belə problemi yaşamışıq. Bu səbəbdən narkotikin keçdiyi trafik yox, sadəcə onun mənşəyi haqda informasiya verməklə kifayətlənməli oluruq. Bu maddələrin də İran mənşəli olduğu kimsədə şübhə doğurmur. Zaten İran istehsalçıdır, həm də ixrac ölkədir narkotiklə. Çünki niyə? Əsl dırnaq arası müsəlman ölkəsidir. Dırnaq arası müsəlman ölkəsidir. Ki, qızına toy eləyir müşaviri, generalı. Az qala paltarsız. Amma başqasına çadıra bağlamağı məcbur eləyirlər. Sən qara çadıra bürünməlisən, bir gözlərin görsənməlidir, amma mənim qızım lük gəzə bilər. Niyə qardaş? Lük gəzmək yaxşıdır, cahamam gəlsin də. Mollağın qızıdır. Bəli, mollağın qızına yaraşır. Məlum açıqlamadan da bəlli olduğu kimi, Gürcüstan xüsusi xidmət orqanları tərəfindən ələ keçirilən 250 kiloqram eroinin Azərbaycan üzərindən ölkəyə daxil olduğuna açıq işarə vurulur. Heç də təsadüfi deyil ki, Gürcüstanın 24 News C saiti sözügedən narkotik vasitələrin Azərbaycandan keçirildiyini xəbər verir. Sayt bildirir ki, narkotiklər 2907 ədəd paket şəklində olub və yaş salfet bağlamaları arasında gizlədilib. Əslində, Hürriyyətə bu haqda açıqlama verən etibarlı qaynaqlar da sözügedən narkotikin Biləsuvar gömrük məntəqəsindən Azərbaycana daxil olduğunu və sınıq körpü vasitəsilə də ölkədən çıxış etdiyini iddia edirlər. Əlbəttə ki, bu haqda hələ heç bir rəsmi açıqlama olmadığı üçün biz bu informasiyanın nə dərəcədə həqiqət olduğunu deyə bilmərik. Amma tezliklə bu və ya digər suallara cavab verməyə çalışaq deyə Hürriyyət yazır. Sonda onu da xatırlatmaq yerinə düşər ki, sentyabrın 27-də içərisində 50 milyon dollarlıq 200 kiloqram heroin olan İrana məxsus yük maşınının Biləsuvar gömrük məntəqəsindən daxil olaraq daha sonra Sınıq Körpü sərhəd keçid məntəqəsindən Gürcüstana müayinəsiz keçdiyi təsdiqini tapdı. Bunun ardınca nə baş verir? Dalbadala baxın ha dostlar. Naxçıvandan Türkiyəyə aparılan külli miqdarda heroin Dilucu gömrük məntəqəsində ələ keçirilib. Türkiyə kivlərindən istinadən xəbər qeyd etmək istəyirik ki, dəyəri 10 milyon TL, yəni 410 min AZN olan narkotik sentyabrın 27-sində deməli, İğdır Dilucu Gömrük Mühafizə Qaçaqmalçılıq və Kəşfiyyat Müdürlüyü əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində aşkar olunmuşdu. Fikir verin hələ. Dalına qulaq asın ha. Narkotik vasitə Azərbaycandan keçib. Maşının nömrəsi bəllidir. 23 BM 910 75 119 nömrə nişanlı qoşqusu ilə bir yerdə. Çantalarda ümumi çəkisi deməli 4,980 mində 980 qram, təxminən 5 kiloqram heroin olduğu müəyyən edilib. Sözgedən narkotik vasitə İrandan gətirildiyi və Naxçıvan üzərindən Türkiyə keçirilməsinə cəhd olunduğu bildirilir. Bunu keçirdilər, sağ olsunlar. 200 kiloqram oradan keçirdilər, 5 kilodan Naxçıvandan keçirdilər. Bunu biz açıqladıq. Açıqlayandan sonra hesab elədik ki, tabii daha keçməyəcək. Onun ardınca 80 milyonluq bir keçdi. Dalınca Naxçıvandan nə inədilər? Bu gömrüyü rəsmi şeyə çöndəriblər bunlar. Deşik aşdüzənə çöndəriblər bunlar. Aşdüzən deyil bu. Gələn də güppultu ilə keçir. İstər mətbuatda, istərsə də sosial şəbəkələrdə Hürriyyət yazır. Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin rəhbərliyi ciddi tənqid olunur. Görünür, məhz bu səbəbdən də hər iki qurum narkotik ticarətinə qarşı ciddi mübarizə görüntüsü yaratdılar. Hansı ki 10 gün ərzində 7 fakt üzrə narkotik qaçaqmalçılarının ələ keçirdiyi külli miqdarda narkotik aşkarlandığı haqda oxucularımıza məlumat vermişdik. Maraqlıdır ki, elə bu ərəfədə oktyabrın 8-də Naxçıvan Muxtar Erkan Sədrət Gömrük keçid məntəqəsində daha 23 kiloqram narkotik gömrükçilərimizin gözündən yayındı, türklər tərəfindən tutuldu.
Olmadı ki bu. Həmin narkotiki Türkiyəyə keçirmək mümkün olmayıb və bu dəfə Dilucu Gömrük məntəqəsində, yəni Türkiyə tərəfində həbs olundu. Məlumat üçün bildirək ki, bu haqda Türkiyə Ticarət Nazirliyinin rəsmi açıqlamasında daha ətraflı məlumat verilir. Qeyd olunur ki, Ticarət Nazirliyinin gömrük mühafizə qrupları Ağrı, Ədirnə, İğdır vilayətlərində keçirdiyi 3 ayrı əməliyyatda 4 milyard 385 milyon lira dəyərində narkotik vasitə aşkar ediblər. Gürbulaq, Kapıqqala və Dilucu Gömrük Mühafizə Qaçaqmalçılıq və Kəşfiyyat Müdürlükləri tərəfindən aparılan narkotik risk analizi və hədəf təyini işləri çərçivəsində ölkəyə daxil olmaq üçün gömrük sahəsinə gələn şübhəli avtomobillərdə ətraflı yoxlamalar aparılıb. 1,3, yəni 1300 kilograma yaxın narkotik vasitə müsadirə edilib. Ağrı Gürbulaq gömrükdən 1 ton 167, Ədirnə Kapıqqala gömrük qapısından 114, Naxçıvan gömrüyündə isə 23 kiloqram narkotik vasitə Türkiyə ərazisinə keçirilibdir. Çox gözəl. İndi keçirdilər. Sonra da ölkəyə keçirilən narkotiklə bağlı narazılıq eləyir. Deyir ki, hüquq mühafizə orqanları əməli tədbir görə bilmirlər. Qardaş, sən əgər gömrükdən tonlarla buraxarsansa, hüquq mühafizə orqanları hansı tədbiri görəcəkdir burada? Necə tədbir görəcək? Onda gərək belə çıxır ki, bütövlükdə hüquq mühafizə orqanlarının içində olan o narkotiklərlə mübarizə idarələri ki var, bunlar nə etməlidirlər? İşini, gücünü buraxmalıdırlar, ancaq narkotiklə məşğul olmalıdırlar. Aslında başqa cinayətlər, onlar necə olacaq? Bu narkotiklərlə mübarizə 50-cə olmalıdır. 50-cə. Yəni bunu tək həm də hüquq mühafizə orqanlarının üzərinə yıxıb onlardan hesab tələb eləmək yanlışdır. Bu işə hər birimiz əl qoymalıyıq. Hər kəs əlin daşın altına qoymalıdır. Bu mübarizə o qədər, bu xəstəlik o qədər axmaq bir xəstəlikdir ki, buna qarşı mübarizə aparmaq yetərli deyil. 50-cə aparmasaq, ictimai qınaq burada mühüm rol oynamalıdır. Təbliğat, təşviqat işləri burada mühüm rol oynamalıdır. Vətəndaşların aktiv şəkildə hüquq mühafizə orqanlarına yardımı burada xüsusi rol almalıdır. Və digər metodlarla biz bu narkotiklərə qarşı mübarizə aparmalıyıq. Amma bunu biz əgər həqiqətən də ciddi şəkildə aparmaq istəyiriksə, ilk qapımızdan içəri daxil olanın qarşısını almalıyıq. Daxildəkilərlə mübarizə aparmaq asandır. Amma kənardan tonlarla ölkəyə girirsə, bunun qarşısını heç bir hüquq mühafizə orqanı ala bilməz. Mən bəzi o narkotik istifadə edən adamlardan söhbət edirəm. Onlar bilirsiniz nələr deyirlər? Deyirlər ki, hər şey təmassız baş verir. Bir nəfər bir nəfərə zəng eləyir. Öyrənirlər də, məsələn, bir nəfərlə kim bu işlə məşğul olmaq istəyir? Mən məşğul olmaq istəyirəm. Və ona video çəkdirirlər, dostlar. Həmin videoda o şəhidlərimizi söyür, millətimizi təhqir eləyir. Baxın, həmin videonu atır İranlıya. İranlı şantaj videosunu götürdüm əlinə. Artıq bu adama etibar eləyir. Çünki niyə? Adam bunun malını yandırarsa o video dərhal açıqlanar. Açıqlanarsa nə baş verər? Bu adama vətən xaini ki, damğanı qoyub basal içəriyə getdi 15-20 il. Adam artıq asılı vəziyyətə düşdü mü? Baxın, bu faktlar ciddi faktlardır. Və ondan sonra adam nə edir? Malı göndərir kiminsə. Deyir ki, məsələn, filan yerdə 5 kilo mal var. Ged onu götür, onu 5 hissəyə böl. Və o 5 hissəni payla filan yerlərə. Bu adam gedir malı götürür, 5 hissəyə bölür. Yəni 5 kilonu bölüb 5 yerə. Aparır onlar dediyi 5 kilo ora qoyur, 5 yerə qoyur. Vəssalam, bu adamın işi burada bitdi. Ondan sonra növbəti adama deyirlər. Sən gelirsən o kilonu götürürsən, onu 200-200 qrama bölürsən, 5 yerə bölürsən. Yəni fikir verin ha. 5 belə paylandı. Bunlar da gedib 5 yerə bölüb, ola deyilən 5 yerlərə qoyurlar.
Ondan sonra 200 qramı götürənlərə deyirlər ki, siz də gedin onu 5 yerə bölün. Yəni bu minvalla təmassız şəkildə və heç bir təhdid yaratmadan, heç bir təhlükə gözləmədən rahat şəkildə o malı paylayırlar və mal gedir sonda satıcının əlinə çatır. Və həmin satıcı götürür o balaca qramları rahat şəkildə satır. Satıcını tutursan, gətirirsən. Ha bunu döygünə. Heç kəs tanımır ki bu. Kimə ələ verəcək? İranlını. Hə, İranlının da o qədər ələ verir ki, İranın arxasında duran dövlətdir da. İran dövləti durur bu narkotikin arxasında. Əksi halda o boyda İrandan bura narkotik gələ bilməz ki. Bu neft deyil ki, İran ixrac edir elə bir dayanmadan. Pambıq deyil ki bu. Əkəsən, kartoşka deyil ki, əkəsən. Meyvə deyil ki, qardaş. Bu narkotikdir, qadağan olunmuşdur güya. Qadağan olunmuş tonlarla İrandan necə keçir? Yaxşı, bizim gömrükləri bildi. Bəs İran gömrüyündən necə keçir onda? İran dövləti niyə buna göz yumur? Əslində, bütün bu olanlar onu deməyə əsas verir ki, bizim ölkəni zəhərləməyə və digər ölkələrdə zəhərləməyə qarşına məqsəd qoyan bir dövlət, o da İran dövlətidir. Yəni, bu dövlətin işidir. İndiyə qədər eşitmişik biz, İran gömrüyündə narkotik tutuldu. Bizim maşın İrandan narkotik gətirir. Bizdə tutulur, İranda tutulmur. Niyə, qardaş? İran gömrüyü yoxdur. Deməli, dostlar, bu məsələ o qədər ciddi məsələdir ki, deməli, burada bir vətəndaşın mübarizə aparması mümkün deyil. Yəni, hüquq-mühafizə orqanının. Burada ellikcə biz bu məsələyə mübarizə aparmaq. Amma bir şərtlə ki, gömrükdə qapı bağlansın. Gömrükdə qapı bağlanırsa, ölkədə narkotiklərlə mübarizə kifayət qədər ciddi şəkildə gedər. Çünki niyə? Alan, satan az olar və bununla da mübarizə aparmaq asan da olar. Amma bu günlərin ölkədə çox ciddi böyük şəbəkələşmələr var. Və bu şəbəkələrdən bacarmaq nə polisin, nə DTX-nın, nə prokurorun, nə də digər qurumların gücü deyil. Bu mümkün deyil artıq. Çox çətindir. Çünki qapı açıqdır. Sən evdən elə milçəyə qovalayırsan, qapını da açıq qoyubsan. Pəncərədən qoysan, qapıdan girir. Qapıdan qovalayırsan, pəncərədən girir. Niyə? Çox açıqdır. Bu söhbət ondan gedir. Vüqar bəy, indi mənə Sosial Müdafiə Fondundan zəng edib, 5 nömrəli xəstəxananın yanına gedib, Çernobil əlilləri üçün ət payı almağı təklif elədilər. Əlvan Şükürov bəy yazır. O, yəqin ki, donmuş ət olacaq, Əlvan bəy. Onu xahiş edirəm, mənə də bir məlumat verərsiniz. Ki, o kimdir, nəsidir, nə ətdir, hardan alıbdır, nə qədər verirlər, niyə verirlər? Vüqar bəy, mən Elman Əzizov'u da salamlayıram. Vüqar bəy, yazır ki, siz sanki onlara mesaj atırsınız ki, əməliyyatınız bu yolda aşkar edilib. Alternatif yollar axtarın, onlar da bu cür edirlər. Deməli, bir vaxtlar Naxçıvana neft daşınırdı. Mən sizə bu faktı da deyim. Naxçıvana daşınan neft baha olduğuna görə sürücülər İranlılarla əlbir olmuşdular. İrandan ucuz neft vururdular. Ucuz neft vurmaq üçün də əvvəllər deməli aparırdılar çənlərin deməli içərisində böyük sanki 15-16 ton, 20 tonluq çənidir. Bu çənin içərisində bir dənə 1 tonluq, 2 tonluq yer edirlər və böyrlərdə çənlər düzəldirdilər. İrandan o şeyi vururdular. Sonra baxdılar, gördülər ki, İranda pul çoxdur. Pul çoxdur, nə elədilər? Getdilər çənlərin içində çən yığdırdılar. Hesabınızı aparın. Bax, o işlə mən də məşğul olmuşam. Mənim bir kamazım var idi. Düzdür, mən çox o işlərlə az məşğul olmuşam, amma bir kamazım var idi.
Mən də mağmun buradan nefti vurdururam. Daim oğlu da mənim sürücümdür. Aparır. Sədərətdə şəhərdə boşaldır, gəlir. Hər reyisinə bizə bir 200-300 dollar pul qalır. Sonra mənə dedilər ki, bəs qardaş, sən nə yaxşı çənin içində çən yığdırmırsan? Dedim, o da təzə şeydir. Necə? Dedilər, əlbəttə, çənin içində çən yığdır. Getdim bizim kətdə bir şey vardı, tokar. Bu tokara dedim, tokar dedi ki, gərək bir ay maşını dayandırasan. Dedim, mənim gözüm üstə. Nəysə, maşını dayandırdıq, çəni parçaladılar. Çənin içində bir çən yığdılar və çənin altında göbək hissəsindən o içdəki çəni doldurmaq üçün bir yer qoydular. Şeytanın ağlına gəlməyəcək bir yer idi. Deməli, çənin özü 20 tonluq çəndir. Onun içine yığırsan təxminən 15 tonluq çən. 5 ton qıraqda qalır. Buradan gedəndə həmin o 15 ton ki var ha, ki neft vurarsan İranda, həmən yerə su vururdular, yerdə qalan hamısına neft vururdular. Və İranlı qapağı açırdı belə, Qarlavinqa deyirlər o. Boğazı açırdı, baxırdı ki, içi neftdir, çıxıb gedirdi. Örtüdü. Sonra İranlılara məlumat verdilər, hə qardaş, İrandan neft daşınır özdə dəhşət. Bunlar başladılar yavaş-yavaş bu sürücüləri tutmağa. O sürücülərin içərisindən bir nəfər vardı ki, onu tuta bilmirdilər. Bütün çənin hər tərəfin ha, ələfələ eləyirlər, onun çənini tapa bilmirdilər ki, bu hardan doldurur, hardan boşaldır. Sonra gəldilər, onu aparıb özümüzünkilə satmışdılar. Baxdılar ki, bunun oturduğu sideniyası yoxdur. Kamaz şoförünün sideniyası, rolun arxasında oturmuş. Sideniya altında 2 dənə 15'li turba var. Bu 15'li turbanın biri doldurur, biri boşaldır. Təsəvvür edirsiniz? Yəni, İranlılar nə qədər istəyirdilər ki, mübarizə aparsınlar, apara bilmirdilər. Hər mübarizədə yeni metodlar tapılır, yeni metodlar tapılırdı. Yəni, sizə bu şeylər belə zarafat gəlməsin. İnsan varsa, düşüncə varsa, ağıl varsa, uçtu varsa, onu pis yerə də olsa, işlədirsə, o nəticəni görəcəkdir. Vüqar bəy, insanları güldürməyin, əgər gömrükdən 3-5 adamı işdən qovsalar, bu narkotrafik yox olar, hələ həbsi demirəm. İndi burada mən gülməli Firuz bəy, nəyi dedim ki? Siz məndən fərqli nəsə dediniz burada? Və mənə irad bildirirsən. Ya, mənə qulaq asmırsan, mənim qardaşım. Ya da qulaq asanda yarım yamalaq qulaq asırsan. Bəs mən bayaqdan keşik söyləmirəm ki, burada deyirəm ki, beləsi var kömrüyündən əgər qapı bağlansa ki, bura narkotik keçməsin, burada mübarizə aparmaq asanlaşacaq. Və bu qədər asan. Bu qədər asan. İndi sən öz aləmdə bir tapıntı tapdın, mənə irad bildirdin ki, gülməli danışma, gömrüyü... Nəysə. Escobar 16 yazır ki, mənə bir şey çatmır. Niyə İrana nifrəti təbliğ edirsiniz? Bizim ölkəyə gələn narkotikin az qala %90'ı İrandan gəlir. İran əla ölkədir, İran super ölkədir, İranda narkotik yoxdur, Azərbaycan narkotik istehsal edir, Azərbaycan maşını dala-dala verə-verə aparır. Ayıp deyil mi, qardaş? İrana mən nifrət aşılamıram. İran dövlətinə deyirəm ki, ay müsəlman, adı müsəlman qoyubsan. Adı müsəlman qoyubsan. Eləmə, bu iş sənə yaraşan iş deyil. Müsəlmana yaraşan iş deyil bu. Dövlət belə işlə məşğul olmaz. Məşğul olsan sən də adıma müsəlman deyiləm, deyil. Yalandan dövlət belə, dövlət elə deyirsən.
Prezidentin köməkçisi demədi ki, İran əskərləri olmasaydı 400 min insanımız məhv olasıydı. Ola bilər. Amma Hacı Rəcəb var bizdə, bizim izləyicimizdir. Sən bir Hacı Rəcəblə burada yazış, mənim Escobar 16 dostum. Hacı Rəcəblə yazış, Zəngilandan Araz çayını keçəndə sənə desin İranlılar nə edib orada. Zəngilanları Araza töküləndə. Bir soruş onu da deyəcək sənə. Ha, bir də onu da soruş ki, biz 44 günlük savaşda ərazilərimizi alanda İran əskərləri haradaydı? Onu da soruş deyəcəklər sizə. İran ordusunu hara gətirmişdi? İran olmasaydı biz Məğrib məsələsini bitirmişdik. Bu gündə o problem yoxdur. Zəngəzur dəhlizi söhbəti olmayacaqdı. Onda sənin o sevgilin İran gəldi kəsdi qabağımızı. İmkan vermədi. Yox, İranı sevməliyəm mən. Mənim ölkəmə narkotik daşıyır. Narkotikdir də ərzaq deyil ki. Texnologiya deyil ki. Sevməliyəm İranı. Niyə sevməliyəm ki? Mənim insanımı zəhərləyir də. Ola bilər bu günləri mənim övladım, mən özüm narkotika qurşanmayayım. Amma kim qarantiya verir ki, sabahları mənim övladımın övladı ona qurşanmayacaq? Var qarantiya. Kim qarantiya verir ki, sizin övladlarınız, nəvələriniz narkotika qurşanmayacaq? Qarantiya var buna? Yox. Hər kəs bunun qabağını almalıdır. Nə qədər İranı sevirsən sev. Amma İranın bizə qarşı bu sahədə apardığı müharibə düşmən müharibəsidir. Düşmən düşmənə bunu eləməz. Mərd düşmən eləməz. Amma namərd düşmən eləyər. Ölkəmizdə ən azı 500 minə yaxın narkoman var. Bəli, arta-arta da gedir. Eldəniz Məhi yazır ki, Vüqar bəy dünən Milli Məclisdə fahişəliyə görə cinayət işini ləğv etmək istəyirdilər. Sizin fikriniz. Keçən həftə dostlar, ölkə gündəmini 2 məsələ zəbt elədi. Bu bəyənmə işarəsini vurun, zəhmət olmasa. Bəyənmə işarəsini vuraq, xahiş edirəm. Kim vurmuyubdu, bunu vursun. Bu çox gözəl sualdır. Mən bunu cavablandıracağım. Düzdür, vaxtımız azdır, amma bu bəyənmə işarəsini hər kəs vursun. Deməli, 2 hadisə baş verdi. İkisi də parlamentdə təmsil olunanların hadisəsidir. Biri Elman Nəsurov, digəri Fəzail Ağamalı. Hər ikisində də rəzalət yaşandı. Ciddi şəkildə rəzalət yaşandı özdə. Elman Nəsirovun qızı birdən-birə dururkən birinci həyat yoldaşından olan qızı ortalığa çıxdı. Təsküy salmağa başladı. Atasını ittiham elədi. İlk videodan şoka düşən Elman Nəsirov qızından da az qala imtina elədi. Həyat yoldaşından da imtina elədi. Dedi ki, mən elə adamı tanımıram. Bu radikal müxalifətin mənə qarşı təxribatıdır. Yəni də anlaşılmadı. Bu nə demək istəyir? Yəni bizim bu alimimiz, parlamentdə oturan deputatımız bu nə demək istəyirsə özü də anlamadı. Üstündən bir neçə gün keçəndən sonra qızının ikinci videosu yayıldı. Və o videodan da açıq və net şəkildə görsənirdi ki, ora göndərilən o jurnalist ki vardı. O jurnalistə suallar verilmişdi. Əvvəlcədən tapşırılmışdı ki, atan səni Dubaya, Türkiyə istirahətə göndərib, göndərməyib, atan sizə aliment verib, verməyib, sizin eviniz var, yoxdur, belə suallar vermişdi. Əmin gəlir, gəlmir, bibin gəlir, gəlmir, belə. Amma orada jurnalist bir şey qaçırdırdı. Elman Nəsirov da bir şey qaçırdırdı orada. İlk qızın müsahibəsini mən dinləyəndə dedim ki, bu Elman Nəsirovun qızıdır. Çünki mən birisi ixtisasım rəssamdır. Mən
sifət cizgilərindən, ifadədən tanıya bilirəm. Oxşatmalarda normalam. Yəni bir babatam. Oxşada bilirəm. Həm qız sifət cizgilərindən atasını oxşuyur. Üstəcə bilirsiniz, Elman Nəsirovun dili şirindir. Yəni dil böyükdür. Qızın da dili böyükdür. Yəni bu iki şey sübut edir ki, o Elman Nəsirovun qızıdır. Elman imtina da eləsə, eləməsə də. Sonradan Elman Nəsirov açıqlama verəcəm, belə edəcəm, elə edəcəm, radikal müxalifət belə getdim, müxalifət belə getdim, mənə qarşı bunu istifadə elədilər, nə elədilər? Bu özünü çox böyük gördü. Radikal müxalifət buna qarşı niyə onu eləməlidir? Mənə o da çatmadı. Bir, radikal müxalifət deyəndə bu kimi nəzərdə tuturdu, onu da mənə çatmadı. Kim çatı? Yəni bir qeyri-müəyyən bir cavab verdi. Və qızı məcbur elədilər bu gün ki, sən get, yenidən müsahibə ver, atanın sizlə maraqlandığı ilə bağlı xalqı təzədən məlumatlandır ki, Elman Nəsirovun reputasiyasına zərər gəlməsin. Artıq Elman Nəsirov rüsvay olub bir mənalı şəkildə. Bax, bizi təmsil edən parlamentdə bu adamdır. Və onlar hesab edirlər ki, qızın ikinci müsahibəsi ilə günahlarını yuya bildilər. Yox. Jurnalist orada dəfələrlə qıza sual verir. Dubaya səni kim göndərib? Pulu sənə kim verib? Atan sənə ev verib mi? Atan sənin yoldaşı işlə təmin edib eləməyib. Amma qız nə deyir? Deyir ki, həyat yoldaşım və atası mənim atamı dəfələrlə aşağılayırlar. Bütün bunlara deyir ki, aşağılaq deməyək də tənqid eylə. Deyir, olsun tənqid eylə. Yəni onun evində onun qızının dədəsini təhqir eləyirlər, aşağılayırlar. Bax, sifətinə fikir verin, Elman Üstəmov fikir verin, qızın üz quruluşuna, burununa, gözlərinə, dodağına, çənəsinə, hər yerinə baxın, xahiş edirəm. Eynən dədəsidir. Danışdıranda da ki, dədəsindən seçilmir. Və qız nə deyir orada? Qız deyir ki, mənim həyat yoldaşımı aparıb deyir, birinci mühafizəçi düzəltdi, ondan sonra Azərsuda mühəndis düzəldi. Və kişi, mühəndis. Mühəndis düzəltdiyi adam özdə evində qızın dədəsini söyür, təhqir eləyir. Görün, nə qədər iyrənirlər ki. Belə deyək də, biz deyirik, mən çöləyə çatdırdım, əlin çöləyə çatdırdım. Əlin çöləyə çatdıran Elman Nəsirovu evində söyür dayanmadan. Kürəkən söyür bunu. Kürəkən söyür. Orada qızın bir kəlmə sözü var ki, o sözə heç kəs diqqət eləməyib. Jurnalist dəfələrlə sual verirsə də, qızı yönləndirsə də, qız bir məsələnin üstündə ciddi şəkildə durdu. Dedi, mənim atamın nəvazişinə ehtiyacım var, mənəvi dəstəyinə ehtiyacım var. Yəni, mən ata tərəfdən acam. Övlad bunu deyir. Sənin həyatında dönüş ola bilər. Hələ onun haqqında o açıqladığı açıqlamalar, mən keyfli oldum, piyan oldum, məni belələrdə bu qız doğuldu, mən onunla evlənmək istəmirdim. Mən bu müsahibələr nə dərəcədə doğru düzgün olduğunu deyə bilmərəm. Amma əvvəla bir kişiyə yaraşan söz deyir bu. Hələ kişi deputat ola. Ona heç yaraşan deyil. Çünki niyə? Sən nümunə olmalısan xalqa. İkinci, hər bir insanın həyatında problem ola bilər. Həyat yoldaşı ilə yola getməyə bilər və bunun ailəsi dağıla gedib növbəti başqa bir ailə qura bilər. Amma əgər kişi kişidirsə, onun birinci xanımdan olduğu övladı ki var ha, o övlad heç vaxt atasızlığı hiss eləməməlidir. Əgər ata atadırsa, o hiss eləməməlidir o qız. O qız ikinci uşaqlarla bacı qardaşdır. Amma nə deyir qız? Deyir, mən bacıların əlaqəsi amma mənə saymırlar. Çünki bu da evdə aparılan təbliğatın, əks təbliğatın nəticəsidir ki, bacı-bacını, dədə bir, qanı bir olan bacı-bacını qəbul eləmir. Halbuki, qəbul eləməyə qalanda birinci, ikincini qəbul eləməməlidir. Çünki bunun anası boşanıbdır. Amma bunlarda tərsi nədir? İkincilər birincini qəbul eləmirlər. Çünki niyə? Atanın münasibəti öz qızına o cürdür deyən bu qızları da öz bacılarına, böyük bacılarına o cür münasibət sərgiləyirlər. Ona görə jurnalist ha fırladır, qız deyir, mənim atamın
qayğısına ehtiyacım var. Mən atalıq hiss eləməliyəm. Hiss eləməliyəm ki, mənim atam var. Mənim dədəm var. Qız onu hiss eləmir. Bunlar elə bilirlər bəlkə, qıza 2000 manat verib əri ilə Türkiyəyə bir həftəlik turist göndərmək, evladı sevmək deməkdir. Bunlar bu cür başa düşürlər. Ailəni, həyatı, məişəti, hər şey bunlar bu cür görür. Ona görə Elman Rüstəmov üçün alimentin, Nəsir olsun, alimentin verilməməsi heç bir əhəmiyyəti yoxdur. Çünki adam özü illərlə övladın üzünü görməyib. Bu övlad ata qayğısı görməyib. Öz doğma, belindən gələn bir balaya qayğı göstərməyən adam indi bu gəlib Azərbaycan xalqına nə qayğı göstərəcək ki? Sənin mənim övladıma hansı qayğını göstərəcəkdir? Göstərə bilərmi? Göstərə bilməz. Əslində Elman Rüstəmov bu müsahibədən sonra çıxıb qızından üzr istəməli idi. Nəsirov. Qızdan çıxıb üzr istəməli idi. Azərbaycan cəmiyyətindən üzr istəməli idi. Deməli idi ki, hər kəsdən üzr istəyirəm, məni bağışlasınlar, qəflətdə olmuşam, indi ayıldım, dank dəydi başıma. Qızım məni ayıltdı. Amma çıxır nə deyir? Deyir ki, mən heç o anası ilə evlənmək istəmirdim, mən zorla evləndim. Biz bu adamdan özümüzə imdad gözləyirik. Bu adamdan. Gözləyək gözləməyək. Bu adam sənin mənim problemi parlamentdə qaldırmaz. O Sərdar bəy buna bir qəşəng sual verdi. Dedi ki, sən millət vəkilisən, yoxsa dövlət? Dedi, millət. Dedi, qardaş, sən dövləti qırağa, sən millətin dərdindən danışdın. Çünki sən millət vəkili, adın bu cürdür sənin, millət vəkilisən. Sərdar bəy buna şapalaqla nə tərk vurdusa, ayılmır da adam. Amma qızının bu müsahibəsi belə yenə buna atmadı. Və məcbur elədilər o qızı ki, sən get, öyrədilmiş bir müsahibə və təzədən gülə-gülə ki, yox, atam bizə baxır, alimentimizi kəsməyib, eləməyib, atam bizdən daimi maraqlanıb, nə bilim, nə eləyib. Qızı buna məcbur elədilər. Yox, əgər məcbur olunmuşsa, onda belə ki, dədəsi də, qızı da bir-birindən yalan məlumat. Belə dədədən belə qız, belə qızın belə dədəsi. Mən bilmirəm. Amma bundan sonra Elman Rüstəmov deyirəm, həmişə də ona Nəsirov, mənim gözümdə bir insan kimi yoxdur artıq. Şəxsən mənim gözümdə bir insan kimi, bir ata kimi o yoxdur. Öz nəvəsini tanımayan bir adam, öz nəvəsini qucağına alıb boynundan mindirməyən bir adam, təbii ki, Azərbaycan xalqının boynuna minməlidir. Və minirlər də. İkinci məsələ, Fəzail Ağamalı narkotik satmaqla qardaşım belə məşğul olursa, onu təhvil verməyən millətimizin düşmənidir deyən Əlvan Şükürov yazır. Bəli, Əlvan müəllim ağsaqqaldır. Keçmiş demişçisidir. Elə ağsaqqal kimində ora yazır. Qardaşını belə bu məsələdə güdaza verməyən, güdaza yox, təhvil verməyən vətən xainidir. Bu millətin xəyanəti. Xainidir. Çox yerində deyilmiş bir sözdür. Və niyə efir vasitəsilə axı əvvəla şəxsən müraciət edib? Bəli, maraqlı da orasındadır ki, niyə efir vasitəsilə dədiyə nə qədər zəng eləyir, vermir, axırda qız bezir. Çünki qızın həyatı da cəhənnəmdir. Qaynat alkoqolik, həyat yoldaşı incidir, söyür, təhqir eləyir. Yəni, o uşaq 2 körpə uşağındandır, bilmirəm, 3 körpə uşağındandır, bunun özü də uşaqdır. O uşaq qalıb nailət. Atam deyirdi, istəmir bizim həyatımız dağılsın. Amma atan sənin həyatı istəmir, sonunda öz həyatını niyə dağıtdı bə?
Dözümsüz olanda həyat dağılmalıdır. Ata bir övladı zorla məcbur eləyə bilməz ki, sən onların dediyini eləcinə. Gündə səni alçaltsınlar, təhqir eləsinlər. Ata götürüb qızın gətirməlidir öz evinə. Deməli, sənin arxanda özüməm, atamam. Hər şeydən yana yox ha. Burada qız deyir ki, onun atası mənə ağza alınmayacaq ifadələr işlədir. Bu artıq qırmızı cizgilərin keçilməsi deməkdir. Yoxsa ər-arvad arasında savaş oldu, söyüş oldu, barışdılar, qurtardı, getdi, amma yox. Burada tamam başqa məsələdir. İkinci, Xəzər ağamalı idi. Günay ağamalı, bir də oğlanları, oğlunun adı da qırırdılar bir-birlərini. Elçin ağamalı. 3 dədə bala qızla ata birləşdi, oğul tək qaldı. Qızla ata oğula qarşı, oğul isə bacı ilə ataya qarşı. Bir qurultay təşkil elədilər. Qurultayda Xəzər ağamalı istifa verdiyini bəyan elədi. Bunlar hamısı video görüntülərdə var. Bütün mətbuat yayıb bunu. Amma görünən budur ki, oğul Elçin ağamalı altdan yaxşı işləyib. Partiyanın əsas aparıcı funksionerlərini, yəni qurultaya nümayəndələrin hamısını ələ alıb. Partiya məsələsində mən bir məsələni istəyirəm hər kəsin diqqətinə çatdıram. Artıq ölkədə bir qrup adam var ki, bunlar siyasi partiyaları özəlləşdirməklə, mənimsəmək istəyirlər. Məsələn, İlyas İsmayılovun partiyasını belə məhv elədilər, dağıldı, getdi. Tahir Kamilin partiyasını belə məhv elədilər. 20 yox, 25-ə yaxın partiyanın ümumiyyətlə qeydiyyatını ləğv elədilər. Və bir çox partiyalara ciddi şəkildə təzyiqlər var. Pənah Hüseynin partiyasını elə getdi, uzaqlaşdırdılar. Yəni fikrim çatır, ölkədə bir qrup partiya saxlamaq istəyirlər ki, bunlar otur-dur rolu oynasınlar. Yəni, qaqa, ququ, əslində bu çox yanlış bir tendensiyadır. O məsələni həyata keçirən adamlar gələcəkdə kimə xidmət eləyəcəklər bilinmir. Sabahlarım elə bir vəziyyət gələ bilər ki, həmin adamın göstərişi ilə Azərbaycanda olan partiyalar hamısı birdən bəyanat verə bilər. Tam ki, 10 dənə ölkədə partiya var, onu da bəyanat verə bilər ki, biz Rusiyanın Azərbaycana gəlməsini dəstəkləyirik. Eyni şey parlamentdəkilər elə bilər, bununla da məsələ bitər. Yəni, alternativ fikir deyə biləcək partiyaları ölkədən yığışdırırlar. Hökumət sevsə də, sevməsə də, ölkədə alternativ partiya olması vacibdir. Alternativ insanların, müxalif insanların olması vacibdir. Çünki sabahlarım ölkəyə qarşı ciddi bir təhdid baş verəndə, təhdid gələndə bu adamlar dövlətçi olduqlarına görə məcbur qalır hakimiyyətdə kimin təmsil olunmağından asılı olmayaraq həmin adamın yanında dururlar. Çünki niyə? Ortada dövlət məsələsi var artıq. Yəni, dövləti sevən insanlara toxunmaq düzgün deyil, yanlışdır. Bu adamların partiyalarını aparıb hansısa bir yaltaq, 200'lü insanlarla dəyişmək yanlışdır. Və mən hesab edirəm Vüqar Tofiqoğlu olaraq, bu gələcəkdə ölkəmizə qarşı, dövlətimizə qarşı hazırlanacaq bir xəyanətin təməlidir qoyulur. Mən bu cür düşünürəm. Bu bir təməldir, atılır. Gələcəkdə bir xəyanət olacaqdır ölkəmizə qarşı. Həmin xəyanətdə bu partiya sədrləri ki var, təyinatla olanlar, bu adamlar orada bəyanat verib təsdiqləyəcəklər hər şeyi. Ona görə də xahiş edirəm dövlətin müvafiq qurumlarından, dövləti sevən insanlardan xahiş edirəm mən. Azərbaycan dövləti sevənlərə toxunmayın. Güc sizdə,
Top sizdə, topxana sizdə, cəbhə sizdə, cəbhəxana sizdə, hər şey sizdə. Dövləti sevən insanlarda bir dil var. Onların dilini kəsməyin. Onların dilini kəsərsinizsə, sabahların çox böyük bir bəliyə düşəndə nailət qalarsınız. Onlara möhtac qalarsınız, amma onlar orada olmazlar. Fəzəli Ağamalının partiyasının üzərində oynanılan oyunlar bununla əlaqədar. Yoxsa deməkdə çətinlik çəkərəm. Daha çox bu ailə münaqişəsinə bənzəyir. Ata qızla birləşib, oğul da bunların əleyhinə çıxır. Amma burada şübhələndiyim bir məqam var ki, Fəzəli Ağamalının qızını parlamentə deputat qoyan adam kimdir? Əsas budur. Onu orada deputat təyin edən kimdir? Əgər o partiyaları dəyişən adamdırsa, adamlardırsa, o qurumlardırsa, deməli, onda Elçin Ağamalı haqlıdır. Yox, əgər o deyilsə, onda Elçin Ağamalının arxasında duran onlardır. Hər halda bu araşdırılası bir məsələdir. Amma çox ciddi bir rəzalət yaşandı. Fəzəli Ağamalı 2 gündür ürək ağrısından yata bilmir. Üstünə təcili tibbi yardım maşınlarının biri gedir, biri gəlir. Hətta açıqlama verir mətbuata ki, baxmayaraq ki, özümü çox pis hiss elədim, az qaldım öləm, heç oğlum məndən maraqlanmadı, heç peşman da olmadı elərinə. Fəzəli Ağamalı əslində demək istəyirdi ki, mən özümü xəstəliyə vurdum ki, bəlkə oğlum peşman olur, amma oğlum peşman olmadı. Yəni, oğlum da israrla bu məsələnin üstünə getdi. Bu çox ciddi bir məsələdir, dostlar, çox ciddi bir məsələdir. Təəssüf ki, Fəzəli Ağamalı kimi bir adamın da partiyasında bu tendensiya yaşandı. Əslində, Fəzəli Ağamalının partiyasının olub-olmamasının Azərbaycan xalqı üçün heç bir əhəmiyyəti yoxdur. Çünki bunlar hökumət partiyasının yapın torpedalarıdır. Zərbəni yapa vurmasınlar deyə bunlar partiya yaradırlar. Torpeda kimi lazım olanda bunları buraxırlar. Yəni, Fəzəli partiyasının olub-olmamasının nə mənası var ki? Bu ölkəyə nə dəxli var onun? Ailə sərvətlərini artırırlar, vəzifələrini artırırlar. Yəni, özləri üçündür bu. Partiyanı yaradılar özləri üçün. Vaxtilə gördükləri xidmətə görə aldıqları mükafatdır. Bu başqa şey deyil. Ona görə də hesab edirəm ki, bu cür adamları aşkarlayıb ümumiyyətlə parlamentə buraxmamaq lazımdır. Və bu xarakterdə olan adamlar Azərbaycan siyasətindən uzaqlaşdırılmalıdır. Şeyfullah İsayev yazır ki, hansı partiyaların hamısı oyundur. Mən oyun oynamıram. Mən Azərbaycan Demokrat Partiyasına təmsil olunuram və oyun oynamıram. Təbii ki, apardığım mübarizə də mənim öz çapımdadır. Yəni, bu günlərim Azərbaycan Demokrat Partiyasında 100 min adam təmsil olunmur ki, deyək ki, oyun oynanılır. Sadəcə sözün deyən adamlar burada çox az bir qisim ki, təmsil olunur bu partiyada. Hansı oyun oynayıram mən? Kiminlə oynayıram? Və necə oynayıram? Tamamilə yanlışdır bu. Bu, geri çəkilmədir, qardaş. Gücün yoxdur, çəkil geriyə. Partiya nə eləməlidir ki? Kiminlə mübarizə aparmalıdır? Arxasında kim var mübarizə aparsın? Partiya nə deməkdir ümumiyyətlə? Gələcəkdə təmsil olunacaq insanların iqtidarın faktiki olaraq apardığı siyasətin əleyhinə çıxan insanların toplaşdığı bir məkan, bir yer, bir təşkilat. Əgər orada insan yoxdursa, partiya kiminlə ad mübarizə aparacaq hökumətinə? Mübarizəni ad aparacaq, qardaş. ADP Demokrat Partiyasının Rəsul Quliyev də var idi. Bəli,
Var idi, o vaxtı gəlmədi. Gəldi şeydən, Ukraynadan Rəsul Quliyə qayıtdı dala. Dedi ki, yox, mən gələnmərəm. Ülvi bəy yazır ki, sizə elə gəlmirmi ki, YAP hakimiyyətinin daxilində ölkəmizə qarşı xəyanət edənlər az deyil. Qardaş, Ramiz Mehdiyev məsələsi ortadadır. İttiham olunur adam vətənə xəyanətdə, özdə konstitusiyon dövlət quruluşunun dəyişilməsi. Yəni, adam vətənə xəyanətdə ittiham olunur. Tam bunu nə deyim mən? YAP-ın başında duranlardan biridir. Həbi ki, Ramiz Mehdiyevin əlinin altında olanlar hamısı da bunun xəyanətinə dəstəkçilərdir. Deməli var. Kifayət qədərdir. Nəysə, dostlar, hər birinizə təşəkkür edirəm. Allah razı olsun sizlərdən deyirəm. Haqqınızı bizə halal eləyin. Bizim də haqqımız varsa sizin halal xoşunuz olsun. Allah inşallah bizlərə nəsib eləyərsə sabah saat 16:00-da sizin görüşünüzə gələrəm. Eləcə də sizə. Sağ olun dostlar. Sağlıqla qalın. Allah'a emanet olun. Sizdən bir xahişim var. Bu işarəni vurun. Bir də paylaşım. Yayımızı paylaşın geçsin. Görüşərik inşallah.